Salam aleyküm əziz və hörmətli dostlar, xoş gördük. Mənim Salam əziz və hörmətli dostlar, xoş gördük. Umarım keyfiniz sazdır, yaxşısınız. Mən İnsaf Əli Hidayətəm və dünən söz verdiyim kimi çalışacağım ki, bundan bu üzə hər gün ki eləyə bilsəm. Dünən dedim tamam günlərdə, amma bəlkə bəzi günlər iş çıxar, o eləyə bilmərəm. Onun üçün indidən üzr istəyim. O günlər ki imkanım olsa və çalışacağım hər gün olsun, saat 9 Təbriz vaxtında gələm burada və dostlarla danışaq. Müxtəlif məsələlər olur, dostlar soruşurlar Instagramda, mən yazıram, yoxsa uzun-uzun bəzən səs qoyuruq, bəzən uzun-uzun yazılaşırıq. Məsələn, dostlarımızın biri ilə 4 saat İsrail gün yazılaşmışıq. Latin əlifba ilə də yazılaşmışıq, bəzən ərəb əlifbası ilə yazılaşırıq. Türkcə, farsca da yazılaşırıq. Amma bunlar bəzən qalır öz aramızda. Yəni, iki nəfərin arasında qalır, yayılmır və faydası o qədər olmur. Selamun aleyküm, aleyküm salam. Aleyküm salam dostlar. İstəsəm, xahiş edəsəm olar ki, dostlar bu şeir eləyəsiniz, yayasınız. Mən də indi yaymağa özüm də çalışım. Bu ne? O aşağıda ox ki vardı, ox ucu, onu vuranda bu gəlir ki, məsələn göndərin. O göndərəndə listləriz yetişir, yoldaşlarınız ki listinizdə vardı, onlara göndərə bilərsiniz. Onlar da bəlkə gələrlər, qoşularlar. Çünki mən bu videonun bəzən bir sözlər deyirəm ki, istəmirəm o qala həm Instagram hesabımızı silə, həm də ki düşmənlərin əlinə düşə və düşmənlər ondan bizim əleyhimizə sui istifadə eləyərlər. Bu da mühümdür dostlar. Yəni danışıqda məcburuq ki bəzi şeyləri müraat eləyək. Çünki biz bir dünyada yaşayırıq ki, o dünyada insaf, mürüvvət deyə bir şey yoxdur. Ədalət deyə bir şey yoxdur. Bunların hamısı yalandır. İnsanlar rəqibin, müxalifin, düşmənin meydandan çıxartmaq üçün hər əxlaqsıza əl vururlar. Hər iş görürlər ki, o adamın səsi kəsilsin, demaqların deməsin. Onun üçün də mən bunu hətta dünənki özümdə bilirdim, içində çox-çox önəmli sözlər demişəm. Bəzən bunları dostlar demirlər. Niyə demirlər dediyim kimi? Çünki müttəhəm olurlar. Hamı da ittihamdan qorxur. Mən indi əlam 120 nəfərə zada bunu özüm payladım. Sizlərdən də xahiş edirəm, həm o başda olan yerdə, canlı yerdə görsədin dostlarınıza, həm də çağırın gəlsinlər. Mühüm məsələlər bugün danışacağam. Mən list yazmışam ki, bugün nələrdən danışım. Oradan ki, mümkündür, yetişdiyi qədər danışacağam, xidmətinizdə olacağam, bunları açıqlayacağam. Qoyun o listi oxuyayım, nə qədərin eləyə bilərik bugün danışaq, nə qədərin danışa bilmərik, onu da bir açıqlayaq. Bəlkə dostlarımız da mənim düşüncələrimlə daha çox tanışsınlar. Dostlar, ərz edeyim xidmətinizə ki, 6 dənə mən mövzu yazmışam. Dostların biri dünən məramnamə soruşdu və bu gün da səhərdən indiyə qədər 2 nəfər dostlardan bunu yazıblar, soruşublar ki, məramnamə nədir, məramnamə vardı, yoxdur, məramnamə nə cür yazılar. Mən bunun üstündə bir təhqiq yapardım özüm. Əvvəl görək ki, əslən məramnamə nədir? Bir onun üstündə bəlkə bugün danışdıq, açıqladım. Nümunələr nədir, nələr vardı, onları da göstərdim. Milli hərəkətdə olan təşkilatlar. Məsələn, hizbiləri soruşurlar, otağı fikr nədir əslən?
otaq yaratmaq çətindir, rahatdır, olar, olmaz, bunları danışaq. Bir də məsələn dostlar, daimən görürəm ki, İranın təbliğatının təsirində qalıblar o radio, televizyon. Bir də bu solçuluq təbliğatının altında qaldıqları üçün deyirlər ki, Azərbaycan hizbiləri heç iş görmürlər, bir iş görmürlər, xaricədə oturublar, heç zad eləmirlər, bunların təsiri falan. Bu cür bir şeyləri də danışaq. Yəni bu Azərbaycan partiləri, siyasi partiləri, İrandan eşiti olan partilər rolları nədir, nə iş görməlidirlər, nə eləyə bilərlər, nə eləməlidirlər. İran-İsrail savaşında da bəlkə bir barmaq basdıq. İndi feylən İran 12 gün İsraili təhdid edirdi. İsrail 12 gün hazırlıqda bir savaş psikolojisi, savaş ruhu, qorxu ruhu əslində yaratmışdı İran İsraildə. İsraillər 12 gün intizar çəkirlər ki, İran nə edəcəkdi? Bomba, atom atacaq, atmayacaq. Nə edəcəkdi? Məsələn, birdən 100.000 dana muşək atsa biz nə edəcəyik məsələn? 50.000 dana muşək atsa nə edəcəyik? O halda ki, İran bir iş görmədi. Və o qorxu qutardı. Yəni İran atdı və qorxu qutardı. İndi İsrail İranı o cürsə mıx üstündə saxlayır. Deyir ki, vuracağam. Təyyarələri görsədir, bombaları görsədir, nə bilim, filanları görsədir. Bu da bir də mühüm məsələlərdən biri dostlar. Təbrizdə bir Hövzə-i Elmiyyə var. Mən də orada dərs oxumuşam əlbəttə. Mən də Hövzə-i Elmiyyədə dərs oxumuşam. Hətta Hövzə-i Elmiyyədə mən biraz hər halda öndə gedirdim danışçıların, o tələbələrin içində və ustadlar deyirlər ki, bu İslamın şeyi olacaqdı, ideoloji olacaqdı, yəni teorisyen olacaqdı. Nə onlar istədilər, nə mən istədim. Mən çıxdım eşiyə 1-2-3 ildən sonra, çıxdım mədrəsədən, yəni Hövzədən çıxdım eşiyə. O da bir nağılı vardı. Hər halda onlar bu günləri bir bəyaniyyə yazıblar, bir ustandara görə bir kart zərd, ona bir sarı kart görsədiblər ki, səni ixrac eləyə bilirik, muvazib ol ki, nə? Niyə? Niyə icazə vermirsən xanımlar getsinlər futbol meydanına, traktorun tamaşaçıları getsin ora. Bunu da danışacağım, bu çox önəmli məsələdir. Bir də önəmli məsələlərdən ki, bizim gündəmimizdədir. Ruslar Azərbaycanın o sülh məramlı deyirlər da, İranda solhban deyirlər. Solh məramlılar ki 44 gün savaşdan sonra 2020-də gəlmişlər Ermənistanla Azərbaycanın arasında. Onlar Azərbaycandan çıxırlar zahirən. Bu da çox önəmlidir. Xəbərin hələ çox dəqiq bilmirəm, amma çox önəmlidir. Biraz da tez çıxırlar. O 2025-ə can vaxtları var idi. Yəni 5 il orada qalacaqdılar. Ondan sonra da əgər hər iki dövlət də istəsəydi, yəni Ermənistan da, Azərbaycan da qala biləcəkdilər. Amma bu da məsələdir, bunu da danışmalıyıq. Bu görürsünüz ki, gördüyünüzdə 6 dənə önəmli məsələ vardı ki, bu gün danışacağıq. Sabah da bəlkə bunların bəzilərin Oğuz bəylə danışdıq. Onun üçün bunların bəzilərin ki, fikrim Oğuz bəylə danışmayacağıq. Onları bu gün danışım. Qalanı bəlkə qalar sabahları. Bu gün çərşənbədir, sabah cuma axşamı düzdür. Orada danışarıq. Məramnamədən elə başlayaq. Dostlar, məramnamə nədir? Məramnamə kimlər ya kimi beləsi deyək. Əvvəl kimi tərif edək. Kim nədir? Kim ya kimlər ya kimsə hər iki cürədir. İki cürə varlığa kim deyirlər. Kim, kimsə deyirlər. Bir, mənə tay bir adam, adı var, şöhrəti var, tarix təvəllüdü vardı, dədəsi var, nənəsi var. Hər halda bir yerdə yaşır. Bir varlıqdır, yəni varam. Mən ələn əli belə əlimi vuranda mən varam. Bir buna deyirlər, yəni buna deyirlər həqiqi, doğru varlıq. Yəni mən bir doğru varlığam. Bir də məsələn bir dənə şirkətdir, hizbidir, bir dənə əncüməndir, bir dənə nəhaddır, idarədir. Buna da deyirlər kim. Bu da varlıq, buna da hüquqi deyirlər. Niyə? Çünki bunun varlığı
doğuşu ola bilər, yəni qurum tarixi ola bilər. Amma bunun məsələn işləyənləri kimdir, nə mənə işləyəcəklər daimən dəyişə bilər. Məsuliyyətləri, vəzifələri dəyişə bilər. Onun üçün ona hüquqi deyirlər. Çünki o bizə tay şəxsi deyil də, bilirsiniz. Onda neçə nəfər məsuliyyət vardı və o neçə nəfər məsuliyyəti hamısı bir işi, bir işləri qabağa aparmaq üçündür. Şirkət olsun, tükan olsun, hər nə olur olsun, bunların bir məramnaməsi ola bilər. İndi məramnamə nədir? Məramnaməni siz internetdə search eləsəz, bu AI dedikləri ərəblər istinai deyirlər. Huşə məsnui İranlılar adını qoyublar. İstinai həm də sad seynəndir, sabın seynəndir, həm də t dəstəli tığındır, istinai. Burada axtarsaz deyir ki, bir dənə yazıdı yazarlar, hər şirkət ya hər bir təşkilat yazar. Siyasi olsun, qeyri-siyasi olsun, vərziş olsun, mühəndislər, döktürlər, vəkillər, bunlar müxtəlif də, məsələn, ilm əhsalanlar, nə bilim, eləyə bilərlər, yazarlar, yazmayıblar, o bir məsələdir. Əncümənlər, xeyriyyələr, hər nə mənə desəz, bunlar eləyə bilərlər, bir dənə bir şey yazarlar, orada deyirlər, biz nələr istiririk indiki şəraitdə, kimlərə istiririk, bu şeyləri ki biz istiririk, kimlərə istiririk və biz kimuk, kimlərə istiririk və biz o kimlərə nə cür bu işləri verəcəyik. Buna deyirlər məramnamə. Pəs məramnamə nədir? Budur ki, mən istəyirəm görüm. Məsələn, mən əvvələn fərd məramnamə yazmır. Mən yazmışam. Yəni mənim 12 milyon kəlmə yazım var. Bunların bir miqdarı mənim weblogumda görə bilərsiniz. Bir miqdarında 2016-dan fikirlərim bu üzədə elə bu Hidayət Təbrizimdə görə bilərsiniz. İnsaf Facebookda 2008-dən 2007-dən Facebookda görə bilərsiniz. Bunlar var. Yəni mən orada yazmışam. Elə məramnamə başlıq altında mən nə istəyirəm onlar. Hər mövzuda ki yazmışam, orada mən öz düşüncəmi, burada nə düşünürəm, məramnamə budur da mənim məramım nədir, mən nə istəyirəm. Bu da məramnamə ilə düşüncənin fərqi nədir dostlar? Əvvəl bunu danışaq. O zaman ki deyirik məramnamə, yəni ki mən bir şey yazmışam, o yazının üstündə hamı eləyə bilər, danışsın, desin, nəqd eləsin, görsün, oxusun. Zaman, məkan hər zaman dəyişdirəm. Əgər mən istəyirəm bir şey dəyişdirəm, o məramnaməni dəyişdirəm. Məsələn, fikir eləyin ki, mən bir zaman ömrümün yap cavanlıqlarında, məsələn 22 yaşıma qədər İslamçı və dünya İslamçısı idim. Yəni deyirdim ki, İslam dünyası bir olsun. İndi də yavaş-yavaş o tərəfə gedirəm. Yəni yavaş-yavaş gedirəm o tərəfə. Mən özümdə bu hiss edirəm ki, mən yavaş-yavaş o İslami birlik düşüncəsinə gedirəm. O tərəfə çox yayılıram. Aşanda siyasi olaraq o tərəfə düşürəm. Amma ömrümün birazını o cürsi geçirmişəm. O zaman da yazılarım vardı. Özümə xüsusidir. Yəni mənim yazılarım bir hissəsi xüsusi olubdu. Yəni dəftərdə hər gün yazı yazmışam. Mən gündə yazı yazaram. İstisnasız, çox istisna olan günlər ki yazı yazmayam. Gündə də normalda 2000 kəlmə, 1500 kəlmə yazaram. Bu cür də başladım yazılar dostlar. Yazı yazmaq rəvani mərizçiliklərin qabağını alır. Fişarların qabağını alır. Amma özünüzü sansür eləməyəsiniz ha, özünüzü sansür eləməyəsin. Bir dənə dəftər qoyursan qabağa, yox. Əvvələn biz özümüzlə əyri oturub düz danışacağıq. Yəni özümüzü tovlamayacaq. İnsanların çoxu özünü tovulur. Nə cür deyir ki, məsələn mən bu günləri, məsələn misal vururam, çox açıq misal vuracağam, çox üzr istəyirəm. Hər kəs bunu indi qulaq asır, sonra qulaq asacaqdır. Üzr istəyirəm, amma bu misalı vurum. Məsələn fikir mən indi oturmuşam, fikirləşirəm ki, o filan kəslə belə bir rabitəm olsaydı,
o nə sevməlidir, filandır, bəhmandır. Kişi olaraq düşünün də, bir dana mən kişiyəm, bir dana xanım bunun tərsini düşünə bilər. İndi bunu düşünürəm. Ya birini sevirəm hətta. Birini sevirəm, aşıqəm, illər boyudur, amma ona deyə bilməmişəm, ya deməmişəm. Amma onu düşünürəm. İndi bu günləri zehnim ona gedibdi. Ondan sonra məsələn İran-Əraq savaşına gedib, ondan sonra bu gün burada danışacağam filan. İndi axşam olur, reynirəm, yatmağa 1-2 saat qalanda gəlirəm, dəftərimi götürürəm, otururam, yazıram ki, indi yazmıram, amma qədim bu cür idi. O zaman ki, hələ mən rəsmi Ruznamə-Nigarığa başlamamışdım. Ya Ruznamə-Nigarıq tələbəlik dövrəsində, mədrəsə dövrəsində, tələbəlik dövrəsində, danışqaq dövrəsində o mətləbləri işi çap eləmək imkanım yox idi, eləyə bilməzdim. Hətta indi də bu günlərdə mənim o mətləblərimin bəzisi açılsa, dostlarım bir dəsi məni məhrudləmələr, edama məhkum elər. Dostlarım, hələ dövlət etsin. Onun üçün, məsələn, onları mən dəftərdə yazırdım, dəftərdə qalırdı, dəftərlərimdə qalır. Tamam? İndi, nə edirik? Mən otururam, bu işi görürdüm. Axşam gəlirdi, hətta zindanda da bu işi görürdüm. Mən hər gün zindanda yatanda və duranda bu işi görürdüm. Duranda, məsələn, yuxu görmüşəm gecə, ya bir şeylərə düşünmüşəm yuxu olanda, onları yazırdım. Ya bir şey dünən yazacaqdım, unutmuşam, onu yazırdım. Gecə yatanda da sübdən axşamaca nə iş görmüşəm, kiminlə danışmışam, nə danışmışıq, onları yazırdım. Nə düşünmüşəm, nələri düşünmüşəm. Məsələn, fikrim ki, məsələn, bir dənə müəllim var idi orada, edama məhkum eləmişdilər və edam da elədilər. Müəllimi, 11 dənə kitab yazmış bir müəllim, İngilisi dilində. Çox zəhmət çəkmiş bir insan. Qəradağlı, mənim həmvətənim. Yəni, həmvətənim deyəndə, yəni, mən də üçün əslim Qəradağdandır. Hamımız Azərbaycanlıyıq, amma mən Qəradağ mahalındanam. Orada, məsələn, o müəllimi edama məhkum eləmişdilər. O da özünü vurmuşdu dəliliğə zindanda. Amma məni gəlirdi görə, məsələn, istəyirdi gəlsin məni görə, orada bir dəliliq elirdi. O dəliliqdən ötürü onu gətirirdilər bimaristanın içində bir ehdarisi var idi, xəstəxanası. Ora gətirdilər. Ora gətirəndə məcbur idi məni görə, çünki məni də orada saxlayırdılar. Mən də mərizləmişdim filan, orada saxlayırdılar. Bir də ki, məni o birisi zindanlardan ayırmışdılar əslində, qoymuşdular ora. Orada, məsələn, onunla danışırdıq. O düşüncələrim mənə deyirdi, niyə bu işi görürəm, niyə dəliliğə vurmuşam özümü, niyə məsələn edama məhkum olmuşam. Bu cür, onun məsələn mən niyə səqqəl buraxmışam, məsələn, buradan səqqəli var idi, çox uzun səqqəl buraxmışam, məsələn, niyə səqqəl buraxmışam, filan bəhman. Bunları məsələn mənə deyirdi. Mən də onun gecə adını yazmayaraq orada yazırdım ki, məsələn, bu cür olubdur. Məsələn, mən umaram bir gün onun zindecanlığı bir dizi ola. Yəni, mən umaram Azərbaycan Cumhuriyyəti qurulandan sonra, Güney Azərbaycan Türk Cumhuriyyəti qurulandan sonra mən bu zindanda bir də insanların başının qəzası, macərasını yazmışam. Onları gündəmə gətirək, film eləyək, serial eləyək və görünsün ki, bizim insanlarımız nələr çəkiblər. Məsələn, o günkü şeydə onları yazıram. Bu gün nələrə fikirləşmişəm. Ruznamədə bir şey oxumuşam, ya bir dostlar bir şey deyiblər, tapmaca deyiblər, filan deyiblər. Otururdum, onları yazırdım ki, bu günləri bunları eşitdim. Həsən bunu dedi, Hüseyin bunu dedi, Kazım bunu dedi, Qəmbər bunu dedi. Bunları deyə yazırdım o dəftərdə. Həftə sonunda o dəftəri gətirirdim, qoyurdum qarnıma, ya ora, bura gətirirdim, məsələn, meşikdə verirdim. Uşaqlar gələndə mülaqata xanımım, qızlarım, oğlum falan gələndə verirdim, bunları aparırdılar. İki dənə dəftərimi tutdu zindan. Onları da mən zindandan çıxandan sonra bir neçə gün çəkdi, amma aldım. Dəftərlərimin ikisini amma tutmuşdular, almışdılar əlimdən. Axtarış zindanda eləyirlər, hərdən gəlirlər, yəni axtarırlar, görürlər kimin əlində nə var, nə yoxdur, məsələn, yazı yazır filan, bunları alırlar. Ərz edeyim ki, bu nə olur? Bu bahis olur ki, siz məsələn özünüzdə bir hiss edirsiniz ki, rəvani müşkülünüz var, ruhunuzda bir müşkül var. Bir şeydən narahatsınız, bir şey sizi narahat edir, filan kəslə bir müşkülünüz var, bu günləri filan kəslə bir sözünüz sıxıbdır. Onları oturursunuz, yazırsınız. Ondan sonra qəzavət edirsən ki,
Günah kimdədir? Mən bu işi gördüm, Həsən bu işi gördü, buna görədir, buna görə. Onda özünüzü də məhkum edirsiniz. Tərəfi də tapırsınız ki, kökü nə idi bu iradın? Mən bunu nə cür düzəldə bilirəm? Nə cür bu stres? Və o sizin mərisliği yaxçıladır. O ruhunuzu aramladır. Eyni halda ki, sizi bir yazara çevirir. Və səmimi yazara. Amma gizlətməyəcəksən. Orada deyəm, məsələn, mən indi misala ki vururdum. Məsələn, falan xanımı sevirəm, onu deməmişəm. Mən indi istəyirəm bu gün ona görə yazam. Birdən onu yazıram, əsasda bir şeir gəlir. Şeir kimi bir şey gəlir. Duyğu gəlir. Duyğular daşırlar qazanımdan. Mənim qazanımdan daşı tökülür yerə. Onu orada tez yazıram ki, məsələn, elədir, belədir. Onu yazırsınız. Orada nə belə düşünürsünüz, gizlətmirsiniz. Və bunu da düşünün, tamam, məsələn, mümkün bir gün biri oxusun, neyniyim? Yəni bu qədər özünüzlə bu qədər rahat, sadiq olacaqsınız. Mən yazıram oxunsun da. Bir gün bu oxunsun. Gecə tez oxunsun. Nə uşaqlarım da bilsin, xanımım da bilsin, nənəm də bilsin, dədəm də bilsin. Biz bir şey istəmirəm gizlədəm. Amma bunlar məsələn bir şeydir ki, mənim içimdə gizlin idi. İstəyirəm indi bunları tökəm kağıza. Çünki onda bu şey olur. Özünüzü rəvanşinaslıq edirsiniz. Rəvankavlıq da, buna rəvankavi deyirlər. Rəvankavi edirsiniz. Yəni girirsiniz özünüzün, ruhunuzun damarlarına gedirsiniz, o qaranlıqlarda nə olubdu siz belə bir vəziyyətdə. Məsələn, mən çox qorxaq idim. Yəni, heç kəs bilmirdi qorxağım. Amma mən özüm bilirdim ki, qorxağım. Qorxuram, çox qorxuram. Məsələn, bunu mən axtardım. Çox, illər boyu bunu axtarırdım ki, mənim bu qorxu mənə hardan girib canıma, damarlarıma hardan girib? Niyə mənim qanımda qorxu var? Niyə mən məsələn qorxuram? Niyə məsələn bəzi şeyə cəsarətim yoxdur? Bəzi şeyi risk eləmirəm, falan. Bəhman, axtardım, gördüm ki, mən uşaqlıqda, kətdə, o bərqi yox. Biz deyəndə bərqi yox dostlar. Bərqi indi bir böyük nemətdir. Biz onda qərə piltə çıraq deyirdilər. Qərə çıraq. Piltəli çıraq. Yəni çox adamın tor çırağı var idi. Tor çıraq nə idi? Bir nə tür deyim axı? Tor çırağı idi. İndi bunu demək özü göstərmək çətindir. Fiziki bir şey göstərmək çətin olanda görün ki, məsələn siz istəyirsiniz eşqi göstərəsiniz, məhəbbəti göstərəsiniz. Bunlar nə cür çətindir? Bunları tərif eləmək, Allahı göstərəsiniz. Bunlar çox çətindir, çox çətindir. Bir dənə bir çıraq idi. Aşağısı bir qutu kimi idi. Yumru, dairə, təvərlə. Bunun bir dənə nasos vurun, bir dənə bir dəliyi var idi ki, oradan nəft dökürdülər içinə. Bir dənə də bir dəliyi var idi ki, orada nasosu vardı, ona yel vururdular. Bunun bir dənə lüləsi vardı, gedirdi üstdən belə əyri gəlirdi. Bunun əyrisinin burasına bir tor bağlırdılar. Tora od vururdular, bu yanırdı, şişirdi belə, quruyurdu. Əldə vursaydınız tökülərdi. Çünki tor ipdən idi, ipəkdən idi, nədən idi, belə bir şeydən idi. Yanırdı, şişirdi, belə bir olurdu, qoyuq kimi bir şey. İndi siz onu hər vaxt yandıranda kirpini tuturdunuz, onu açırdınız nasosu vurandan sonra. O nəftin yeli gəlirdi onun içinə, siz od vururdunuz, o qaz kimi yanırdı. O tor ki yanıb indi özdə kül olub amma yapışıb qalıb orada. O qoymurdu oradan qaz qaça. Onun üçün bunun içində yanmağa məcbur olurdu, yanında işıq verirdi. Dövlətlilərin bundan var idi, adına tor çırağı deyirlər. Kasıbların piltəli çıraq var idi. Piltəli çıraqda yenə bir çıqqılı, mənim indi burada bizim evdə var. Mən Kanadada da gördüm, var bir iki yerdə gördüm, aldım. Əgər eləyə bilsəm, məsələn bir gün bunu gətirəcəm, göstərərəm. Bir dənə başdan ayağa demək olar ki, %90 şüşədir bu. Aşağısı bir şüşədən bir bankadır. Bunun bu ağzı biraz daralır. Orada nəft tökürlər içinə. Özdə dövrəsi də rəzəsi var. Rəzə yəni piç yerisi. Rəzəsi var. Bir dənə də bunun dəmirdən bir rəzəli bir şeydir ki, içi dəlikdir. Bir dənə də belə saatın necə şeyi var. Burarsız, kök verərsiniz. Onun da bir dənə belə bir nazik bir şey var. Onunla vuranda o piltəni aşağı yuxarı çəkir. Onun ortasından bir dəlik vardı. Belə piltəni salırlar, gedir nəftin içinə. Şüşəni nəftinə doldururlar. Bunu da bağlırlar onun başına. Bu əhromla belə eləyirlər. O piltə oradan qalxır, gəlir aşağı yuxarı. Onu yandırırlar. Bir dənə də ayrı şüşə var. Qoyurlar bunun üstünə ki, yel dəyməsin. O da bahis olur ki, işıq ev olsun. Bu da ikinci. Orada deyək ki, məsələn, kətdə dövlətlərin şeyi olardı. Tor çırağı, mütəvəssitlərin piltə çırağı ya divar küpü deyərdilər. Çünki bunu bir arada şey var da, dövrəsinə bir dəmir salmışdılar. Gələrdi belə eləyə bilərdiniz, asassız məsələ.
Bir də qərə çıraq var idi. Qərə çıraq nə idi? Üç guşəli idi, müsəlləs. Bunun da bir dənə dəmir idi. Bir dənə aşağıdan belə üç guşə dəmirdi. Üç tərəfdən də buna üç guşə dəmir beləsi gəlibdi hirəm şəklində. O şey şəklinə diqqət eləsəz, Misrdəki hirəmlərə. O şəkildə gəlibdi. Başında bir rezəsi var. O rezə yenə pitslənir, pits kimidir. Onun içinə nəft doldururlar. Bir dənə də bu rezə ki, bura bağlanacaqdı. Onun da ortasından dəlikdir. Ona da bir yumru piltə salırdılar. Başmaq bağı kimi. Çustlar bağı kimi, çust bağı kimi bir şeydi salırdılar onun içinə. Ona əlinlə çəkərdilər yuxarı aşağı bir yol. Onu da bağlırdılar. O pilt orada nəft çəkirdi. Piltəni od vururdular, yanırdı. Bunu da kasıblar işlədirdilər. İndi görün o zaman nə qədər çətin idi dostlar. Xanımlar gedirlər ilmək salırlar, kətli, fərş yeri, fərş toxurlar. Fərş toxuyanda gecə. Ya məsələn pəncərə yox idi ki, belə şüşə olsun, pəncərə olsun. Yox, belə bir şey yox idi. Xanımlar gecə qaranlıqda bunu bağlardılar. Buradan o başlarındakı olan indi şəlmə hər nədir? Onun buradan bağlardılar, onu bununla bağlardılar, başlarının dövrəsini bağlardılar, buradan belə durardı. Buradan yanardı, bunlar da buradan ilmək toxurdular. Bu da kasıbların idi. Bu üç dənə çırağı mən gördüm. İndi görün, söz hardan gəldi, hara çıxdı. Hə, o zaman, o zamanlarda ki, mən uşaq idim və o cür idi. Gecələr bizi yatırtmaq üçün, ya qorxudalar ki, yataq. İndi nənələrimizin, dədələrimizin özlərinin bir işi olacaq da. İstəyirlər uşaqlar yatsın. Gələr də bizi nəğil deyərdilər. Evlərdə qaranlıq olardı, qiyamət qaranlıq olardı. Çünki pəncərə yox idi ki, əksərən pəncərəsiz olardı. Bir yol, qoca arvadlar normalda deyərdi, adamın öz nənələri nəğli deməzdi. Görərdin ki, cindən, pəridən, şeytandan, fal nənəsindən zadına, hal nənəsindən zadından danışarlar. Bizim də day qorxumuz gedərdi, ay, day pərdə, mən yadıma gəlir, 11-12 yaşımda Təbrizə köçmüşdük, 11-12 yaşımda bizim nənəmcə getmişlər ki, pərdələrimiz tərpəşirdi, kölgəsi düşürdü damın səxfinə. Mən ağlırdım, qışqırırdım, çıxırdım pəndərə, qışqırdım, ay nənə, hey, ay dədə, hey. Kim gələcəkdi ki bizim səsimizə? Yəni o qorxunu oradan qorxu geçmişdi canımıza. Bir də Təbrizə köçəndən sonra hey cühüd dedilər, tutacaqdı, qanısı içəcəkdi falan. Oradan da bir qorxu. Mən bunları tapdım. Onları tapandan sonra gördüm ki, indi bunların üstünə nəcür yürüməliyik. Qorxunun üstünə yürüsəz qorxu gedər. Çünki qorxu o şeylərdəndir ki, onu tanımırsınız, bilmirsiniz. İnsan hər nəyi ki tanımır, bilmir, ondan qorxar. Bu insanın təbiətidir. Filan yerə getməyək. Niyə getməyək? Çünki getməyək baxı, bilmir nədir, getsə qorxur. Filan məmləkətə getməyək, xariciyə getməyək. Niyə? Məsələn, xaricə pisdir. Niyə pisdir? Getmirsən, görmürsən, yox, görməm, amma pisdir. Niyə? Çünki getməyibdir, görməyibdir, qorxur. Qorxusu var. İnsanlar tanıdıqları, onun üçün də deyirlər ki, adamı tanıdığı yerdə canavar yesin, qurt yesin. Çünki deyir, canavarımı da tanıram, canavarımdan da qorxmur. Məsələn, kətdə fikir edin ki, canavarını, məsələn, mən indi fikir edin ki, 6 yaşım, 7 yaşım var, kətdə, bizim öz kəndimizdə sipahitanış var idi. Hər nədən dolayı, o gəlmədi bizim kəndə, qoymadılar gəlsin, indi bizim kət dağılır. Yəni 6 ay bizim kətdə adamlar getdilər, 2-3 dənə ev qaldı. 2-3 ev sahibi qaldı. Yerləri zotlarını ötürdülər, getdi. Yer dəndələrdə dəyir. Yəni bizlər yerin qədrini bilmirik ki. Köçlər getdilər, hamı. Mənim nənəmgildə məni göndərdilər mülük deyə, mülük. Mülük deyirik türkçəsi, yəni ləhcədə orada mülük deyirik, amma orada mülük yazılıbdır. Məlik də deyirlər özləri, amma məlik də deyil, mülük də. Mülükdür. Mülük nədir? Məmləkət deyil, torpaq. Torpaq deyə. Məlik deyəndə olur şah. Belə bir şey olmaz. Elə mülükdür o. Mülüyə göndərdilər, orada dərs oxuyam. Orada nənəmin dayısı, uşaqları vardı. Onlarda getdim qalam dərs oxuyam. İndi məsələn bir gün payız günü mədrəsədə dərs oxuruq da. Mənə dayım dedilər, bir dayıça var o kətdə. O kətdə bir dayıça var, gedəcək bir ayrı kəndə. Bu kəndin də yolu dərələrdən və meşədən gedir. Qaranlıq, dərin dərələr və qorxmalı meşələr ki, adamlar günüz gedəndə səhnəni 10 dənə səhnə eləyirlər gedərlər. İndi mən də axşam başı qaranlıq gəlir. Məsələn, fikir edin ki, yaydı saat 9-da qaranlıq olacaqdı. 8-də dedilər ki, gəl bu dayıçanı da götür. Get ginən o kətdə familizə, oradan da səhər get ginən kəndizə. Cuma axşamıdır məsələn. Fikir edin, cuma axşamıdır, çünki cuma mədrəsə tətili olurdu da.
Mən də uşaq deyə bilmirəm ki, mənə hara göndərirsə gecə qaranlıqda. Mən qaranlıqdan qorxuram, dərin dərələrdən, meşədən qorxuram. Ayı var, canavar var, qurd var, şey var, heyvan var. Məni diri-diri yeyərlər, uşağım. 8 yaşında bir uşaq neyniyəcəkdir? Deyə bilmirəm, utanqac, qorxaq, ev sahibından da adam biləxərə boynu yüklüdür. Dünən dedim, adamın boynu yüklü olanda çox işləri görməyə məcbur olur. Gətirdilər, gördük dayıçanın da, dayıçanı minmək olmaz ki. 1 illik dayıçanı, 6 aylıq dayıçanı minmək olmaz. Hər kəs minsə bunu salar yerə, öldürər. Üstünə lağır bir dana çül də salmayıblar ki, adam onun üstündə oturaq. Lüt bir dana atı verdilər, bunun buradan tüylərindən yapışacaqsan, indi tüylər yadımdan çıxdı, nə deyirlər? Yal deyirik, farsca yal deyirlər, biz bir ayrı bir şey deyirdik, bəlkə yadıma düşsə deyərəm. Bunu minəcəksən, bu aparacaqsan bu dərələrlə, meşənin içi ilə. Dərə deyəndə, məsələn, 100 metr çətdən, qıraqdan dərə başlanır, meşə başlanır. Gedir ta o birisi kəndə çıxına qədər, 1 kilometr qalınaca qədər. Dülan deyə. Mülükdən Dülana gedəcəm. Yəni, onlar ki, o bölgəni tanırlar, indi bilərlər ki, mən nə deyirəm. Bir dana da yol var, 2 yol yoxdur. Deyəsən ki, bu yoldan gedirəm. Öz kəndimizə də gəlsən, bir yol var. Yaxın yol bir dənədir. Yoxsa məsələn, döyür vursan, dünyanı döyür vursan, kələni getsən, onlar 2 yol olar. Bir yol. Amma mülükdən Dülana bir dana yol var, 2 dana yol yoxdur. Dayıçanın məni mindirdilər üstünə, gəl mindim üstünə. Bunun daldan yapışmışam tüklərindən, getdik o dəriyə. O heyvan qeydir, mənə baxır, səhdər elir, mən baxıram, ona səhdə elirəm. O qaranlıqda ağaçların kölgəsi düşübdür, quşlar səs salır, biz də orada bilmirik, yavaş, nəfəsimiz heç, nə onun nəfəsi çıxır, nə mənim. Səsimizi tutmuşuq ki, birdən səsimiz çıxar, bir canavar çıxar, bizi yiyər. Görün, o dayıça ki, heç vaxt minmək olmaz, o qədər qorxmuşdu, mənə pənah gətirmişdi, mən ona pənah gətirmişdim, ikimiz olmuşduq bir ruh. İkimiz o yolu səssiz, sədasız getdik, çıxdıq. Getdik, çıxdıq. O kəndə ki, itlər bizi gördülər, itlər də başladılar hürməğa, kətlər, ay kimdir gələn dedilər, biz dedik, həm mən də filan kəsəm. Kətlilər gəldi, gördük, bir dənə 6 aylıq dayıçanın üstündə məni qoyublar, göndərib. Hamı söyüş verir, hamı söyüş verir. Tüdədəzə filan bəhman beləsi olar, belə uşaq saxlarlar, belə uşaq gecə qaranlıqda. Da qaranlıq gəlib düşübdür, da kətdə hamı çıraq yandırıb, itlər də ötürüblər ki, məsələn, adamları tutsun. Hər halda, istədim deyəm ki, yazı, indi siz mən orada o dərələrdə gedirəm, cin, pəri, hal nənəsi, hamısı gəlir zehnimdən. Yəni canavardan çox, aydan çox onlar məni yiyəcəklər. Çünki insanın zehni qorxudur insanı. İnsanı eşik, həqiqət insanı qorxudur. İnsan diskinər. Siz birdən çıxsa ayı qabaqsa diskinərsiniz. Amma ayını görəndən sonra bilərsən ki, bu ayıdır. Özünü saxlaya bilsən, özünə umudun olsa, diri qalacaqsan. Özünə umudun olmasa öləcəksən. Elə qorxudan öləcəksən. Çünki insan diskinmaq bir şeydir, qorxmaq bir şeydir. Qorxmaq, məsələn, kətlilərin, bəlkə bu misalı vursam, yadına düşər. İnsan, dostlar, mən ittilaatda olanda, bunu əvvəl deyim, sonra getdik. İttilaatda olanda, indi aparıblar, qapıdan ki girirsiniz, sizi aparırlar bir otağa, soyundururlar. Tamam paltarınızı soyunursunuz, şortunuzu çıxardırsınız. Sizə bir dana tuman verirlər, bir dana köynək verirlər, corabsız falan, bir dana da cırıq dəmpaya verirlər, onu giyəcəksiniz, ondan sonra gözünüzü bağlayacaqlar, aparacaqlar bir dana otaqda sizi salarlar ittilaata. Onlar ki, milli fəal deyildilər, qaçaqçılar, hirsfi qaçaqçılar. Əsləhə qaçaqçısı. Mən orada bir əsləhə qaçaqçısı gətirdilər. Elə ittilaatın qapısından girəndə o zindan bölümünə, ittilaat Təbrizdə harada idi, yerini dəyişdirməsələr, qədim Bağşumal var idi. O bir dana etika furuşqahı var Ərteş xiyabanında. O etikaya gedəndə biraz da geçsiniz qabağa bir tane meydandır. Ora elə İmam Cümənin evi oradır. İmam Cümeyn o meydanda bir dana şimal tərəfində, Etka tərəfində, Etka yapışıqda idarə ittilaata. Etkanın tərəfində bir dana yekə qapı var. O qapı idarə ittilaatın qapıdır, maşınlar oradan gedirlər, gəlirlər. Və zindan da onun İmam Cümənin evinin, yəni Etkanın tərəfindən ki, girdiniz meydana, o qabaqdakı ev sağ əldəki İmam Cümənin evidir. Onun həyətini görürsünüz, həyətindəki divar və evlər ittilaatın zindanıdır. İndi buradan da dostlar bildirlər ki, haram deyirəm.
Qapıdan girirlər, elə bir-iki məsələn maşını saxlayırlar, çox getməz. Mən 3 metr, 4 metr qapıdan gedər, o yüzden oradan saxlayırlar, gözü bağlıdır, oradan yendirirlər, çöndərirlər sizi sola, gedirsiniz, çöndərirlər bir də sola, girirsiniz qapıdan içəriyə, saxtamanın içinə. Çox da böyük saxtaman deyil, amma hər halda bir 20-30 dana, 20 dana silli yolu var, 19 dana, 2 dana silli yolu var. Ben indi o dəftərlərimdə yazmışam, mövcudda, amma indi üstündən 21 il geçir. 22 il geçir. Onun görə indi o zehnimdə dəyişir neçə danadır, amma o cürsüdür. Məsələn, o adamlar ki, qorxurlar, o qorxuları ilə üzbəyiz olmayıblar, ora girəndə başlayırlar ağlamağa. Qorxudan ölürlər. Bizim indi məsələn nə edir? Zehn gəlir. Dırnağını çəkəcəklər, nə bilim şallaq vuracaqlar, bərqi bağlayacaqlar, yandıracaqlar, edam eləyəcəklər falan, bəhman döyəcəklər şallaqla falan, bəhmanla sındıracaqlar falan. Zehnləri bunları düzəldir. Bunları düzəldəndə özlərini kontrol eləyənmirlər və cəlib budur ki, bülbül kimi danışırlar. Amma onlar ki üzbəyiz olurlar. Məsələn mən siyasi zindanlar görmüşəm ki, güclü adamlar görmüşəm, zindana gələndə siçana dönüblər. Çünki tanımır zindanı, bilmir ki, biraz da qorxudublar, orada adamları vururlar, öldürürlər, qatillərin yanına salacaq falan. Adam gəlib orada siçan kimi düşüb, orada qorxur, neynəsin? Amma o zaman ki siz qorxunu öldürdünüz ki, şeyin axiri ölümdür. Yaşamın axiri ölümdür. Heç kəs diri qalmayıb bu dünyada. Heç kəs. Nə İmam Zaman var, nə Xızr var, nə İsa var, nə filan kəs var. O şey ki yaranıbdır, ətdən qanlandır, onların ömrü məhduddur. Onlar ölərlər. Allah da bu qədər adil olmaya gələ deyə ki, yox, mən İmam-ı Zaman adında bir nəfəri saxlayacağam. Niyə dinin sahibi Həzrəti Məhəmmədi saxlamayıbdır? Mühüm budur. Yəni soruşaq özümüzdən. Dinin sahibi Həzrəti Məhəmməddir. O deyir ki, bu dini mən Allah tərəfindən mən gətirmişəm sizə. Biz ki Allah'ı tanımırıq ki, Allah vaqiyyət bilir, biz Allah bilmirik nədir. Heç kəs bilmir Allah nədir. Heç kəs. Və heç kəs Allah'ın varlığını sabit eləyə bilməsə, heç fəlsəfə ilə sabit eləmək olmaz. Əslən fəlsəfənin işi Allah deyil ki. Allah'a rəbbi yoxdur. Allah rəbbi inancıdır. Mən buna inanıram. Məsələn, bəzi adam dedim, cinə, pəriyə, hal nənəsinə inanır. Bəzi adam inanır. Bəzi adam fala inanır, bəzi adam inanmır. Bəzi adam da mənətə yarı, nə inanır, nə inanmır. Mən Allah'a da oturuyorum. Yarı inanıram, yarı inanmıram. Qalmışam ortada, cəhənnəmin orta şeyin vəsətində qalmışam. İkisinin, behiştin vəsətində qalmışam. Nə ora gedə bilirəm, nə bura gedə bilirəm. Niyə? Çünki siz Allah'ı isbat eləyə bilməzsiniz. Hər kəs özü özünə xiyal qurar. Xiyalında bir şey düzəldə, Allah deyil. Mən Günas TV'də Quran haqqında, Allah haqqında danışmışam. Allahın o şey ki Allah'a Qur'anda, Qur'anı oxumaqla deyəsə mən Allah'ı tanıram. Orada Allah'ın gözü var. Allah çox yekədir. Allah'ın bir moblu vardır. Moblunun üstündə oturub orada ərikə o mobludur. Ərəbcədə ərikə mobludur. Səltənət moblu. Oturub orada ondan sonra yaxşı iş görsəz xoşu gələr, pis iş görsəz acıq. Yəni bir dana orada bir şeydir, adamdır. Baxın, baxırsınız adamdır. İki ayağı var, qolları var, gözləri var, qulaqları var, eşidir, görür, qəzavət elir hətta. Sən pis iş gördün, səni öldürəcək, işkəncə eləyəcək. İşkəncəgərdir, cəbbardır. Cəbr eləyir, zor. Cəbbar yəni çox zor eləyən. Çox zor eləyir. O tərəfdən də Ərhəmur Rahimindir. Yəni çox belə mütəzaddır bir şeylə üzbəyüzsüz. Amma bunlara baxanda deyirsən, yoxdur, bunlardan mən nə çıxadım, nə çıxadım, oturub harda məsələn 7-ci göydə oturub yerdə. Tamam, 7-ci göydə bir nəfər qoyun orada otursun. Düzəltdik özümüz, 7 dana təbəqə düzəltdik, qoyaq orada bir dana bir adam qoyduq ki, oturub orada. Yoxsa Allahdan heç Allah'ı biz nə sabit eləyə bilirik, nə rədd eləyə bilirik. Biz Həzrəti Məhəmməd deyibdi ki, mən danışdım. Allah'ın səsini eşitdim. Beləsi oldu. Məsələn, mən həmişə özümə bu sual idi. Qur'an niyə həmişə surələr Bismillahından başlayır? Məhəmməd, Həzrəti Məhəmməd ki, surə düzəltməmişdi. Baxın, bu surələri sonra düzəldiblər. Məsələn,
Həmd olsun, Bəqərə olsun, Nisa olsun, Ümran olsun, hər nə olur olsun, axirəcən 114 dənə deyirlər. Bunları Həzrət Məhəmməd düzəltməmişdi ki. Nə adlarını Həzrət Məhəmməd qoyubdu, nə özlərin filan ayə burada olsun, o birisi ayə burada olsun. Əslən belə deyil. Mənə ittilaatda o zindanda olanda bir dəfə soruşdular ki, zindandan çıxsan nə edəcəksən? O zaman 44 gündən sonra ki, da edam məsələsi qutardı. Zahirən mənim edamımın oldu. Çıxdı, gündəmdən çıxdı. Məndən soruşdular, çıxsan nə olacaq? Dedim, mən çıxsam Qurana təfsir yazacağam. Amma bu cür təfsir. Hangi ayə əvvəl gəlibdi, ondan sonra gələn ayə onun dalısısan, ondan sonra ucursa, axirəcən. Çünki ayələr tərtib ilə qoyulsa bir məna göstərər sizə. Ki, bu ayə, birinci ayə budur, ikinci ayə budur, üçüncüsü budur, gedər. Burada, məsələn, 5000 dənə ayə var. Bunları bir-birinin dalısından tarixlə yıxsaz, Qur'anın hardan başlayıb hara getdiyi, doğuşdan ta təkmilə qədər sizə göstərər. Siz görərsiniz ki, nə dəyişib. Amma indi Qurana baxırsınız, bir surədə bir ayə danışır, o birisi ayədə bilmirsiniz hara getdi. Üçlü getdi. Rəddi yoxdur bir-birinə. Ondan sonra da hər halda bu din haqqında İslamla danışan bu çox ciddi məsələdir. Dostlar işləsələr bunun haqqında əslən bir ayrı proqram qoyarıq. Din haqqında mən də nəzərlərimi deyərəm. Amma məsələn baxıram görürəm ki, hər surənin başında Allah özü-özünə desə, Allah desə, dedim, surələri Allah, çünki surələr Əbu Bəkr, Ömər, Osman zamanında xüsusən, Ömər və Osman zamanında, həm Ömər, həm Osman zamanında 2 dəfə toplanıbdır. Qur'an Həfisədə Ömərin qızında, əgər səhv biləməsəm, Ömərin qızında vermişlər, əsl nüsxə qalırdı. Sonra da onu da aldılar, yandırdılar, bir ayrı nüsxə. Osman dövrəsində düzəltdilər. Orada, məsələn, Bəqərəni yığıblar bir yerə, neçə surələri bilmirlər, ayələri hardan gətiriblər, yığıblar bir yerə, adına qoyublar, məsələn, Bəqərə. Heç bilmirəm, o adı da ki, Bəqərə qoyublar, əvvəldə qoyublar, ya sonralar qoyulubdur, onu da mən bilmirəm. Amma indi görün ki, məsələn, Bismillahirrahmanirrahim, Allah özü deyir ki, indi diqqət buyurun, fərz edin ki, Allahın oturmuşsuz, Allahın sözünə qulaq asırsınız. Allah özü-özünə deyir ki, Bismillahirrahmanirrahim. Ərəb olanda baş tapmırıq, Türkçə olanda baş tapmırıq. Deyir ki, Allah burada əcib bir söz deyir. Yox, orada Allah nə deyir? Allah deyir ki, mən başlayıram Allahın Rəhmanir-Rəhim Allahın adı ilə. Allah özü deyir ki, mən Rəhim, Rəhman Allahın adı ilə başlayıram. Ola bilər Allah desin ki, mən Allahın gərək bir ayrı Allah ola. O deyək ki, mən o özümdən yuxarıdakı Allahın Rəhman-Rəhim özü də onun adı ilə başlayıram. Amma mən özüm cəbbaram. Mən özüm çox vuraram, zəhənnəmə salaram. Beləsi bir şey. Yox. Siz diqqət edin, yəni elə buradan baxırsınız, görürsünüz ki, olmaz. Mənim nəzərimə elə Qur'an buradan baxanda, o Bismillahdan baxanda təhrif olubdur. Mənim şəxsi nəzərim. Əlbəttə, mən mütəxəssis deyiləm, amma sadə dəlilindən bu ki, Allah özü-özünə deyir ki, Bismillahirrahman. Çünki buna Həzrət Məhəmməd, ya gərək Həzrət Məhəmməd deyək ki, Bismillahirrahmanirrahim Allahın sözü deyil. Həzrət Məhəmməd bunu özü deyibdir. Həzrət Məhəmməd deyibdir ki, mən istəyirəm başlayayım, indi sizə ayə oxuyam, çıxanranlıq eləyəm. Deyəcəm, Bismillahirrahmanirrahim. Mehriban və rəhim Allahın adı ilə başlayıram. Bir də var deyək ki, Həzrət Məhəmməd deyir ki, yox, bunu mən demirəm. Bunu Allah deyir ki, Allah özü deyir. Bismillahirrahmanirrahim. Mən özümdən yuxarıdakı mehriban Allahın adı ilə başlayıram. Ondan sonra da deyir ki, ehdinə sıratəl müstəqim. Allah deyir də bunu. Bizi, ey Allah, bizi düz yola göndər. Çünki Allah Qur'anı deyir, biz demirik ki, Məhəmməd, desək Qur'an Məhəmmədin kitabıdır. Onda deyə bilirik ki, deyir, Məhəmməd deyir ki, ehdinə sıratəl müstəqim. Allah bizi düz yola göndər. Amma Allah o sözü deyir. Allah o sözü deyəndə biz gəldik, Allah deyir ki, sözləri Allah özü, öz xitab deyir. Ehdinə sıra Allah bizləri, ondan sonra hətmən çox Allah var. Bizləri düz yola göndər. Hə, burada deyə bilərlər, yox, Allah insanın dilinə. Allah öz tərəfindən danışır, insan tərəfindən danışmır. Şeytan tərəfindən deyəndə və qalə, dedi şeytan. Və qalə insan. Bəqərə surəsində var, məsələn, deyir ki, mən şeyi yaratdım, insanın yaratdım, ruhu vermədən öncə, ya ruhu verdim, nümayişgah qoydum, mələkləri çağırdım, gəlin şeytanı, mələkləri çağırdım, gəlin görün nə yaratmışam. Gəldilər və qalə, mələkə dedi, ya qalu, mələkələr dedilər ki, məsələn, ayə yadımda deyil, onun üçün bağışlayın məni. Əxələqdə nəfsən, məsələn, tusfikud dima,
Gene de qan, gene də bir adam yaratmısan, bir şey yaratmısan ki, nəfsən bir şey yaratmısan ki, qan tökə. Yəni ki, qabaqcan bir şey yaratmışmış, qan tökürmüş, adam öldürürmüş. İndi gene də deyir, bunu da gene də elə həmanı yaratmısan, nə fərq eləyibdi? Mələkələr, məsələn burada Allah orada deyir ki, mələkələr belərdir. Orada deyir, qalə İsa, qalə Məhəmməd, qalə Məhəmməd yoxdur, qalə İsa, qalə Musa, qalə İbrahim, qalə Nuh, qalə Firon, qalə filan. Yəni Allah onun dilindən də qalə şeytan. Allah məsələn onun dilində danışır belə. Onun üçün biz Allah'ı Hz. Məhəmmədə inanaraq götürmüşük. İndi Türkiyədə də bir nəfər çıxıbdı deyir ki, mən Hz. Məhəmmədi görməmişəm ki. Görəm düz adamdır, əyri adamdır. Görəm ixtilas eləyir, oğurluq eləyir, yalan deyir, arvadbazlıq eləyir ya yox. Mən görəm bu adama inana bilərəm ya yox. Mən orada necə deyim? Əşhədü ənnə Muhammədən abduhu və rəsuluhu. Mən deyim ki, əşhədən la ilahə illallah, çünki Məhəmməd deyibdir. Axı, mən Məhəmmədi görməmişəm ki, mən deyə bilmərəm. Məsələn, bunlar, çox üzr istəyirəm, mən doğru deyirsiniz, mövzuları çox getdim, hər qatdım bir-birinə, tamam, mövzuları danışacağım. Hər halda, bu bizim yazı yazmaq bahis olar ki, biz bu fikirləri, məsələn, mən indi bu danışdığım fikirləri yazırdım. Bunları yazırdı. Bilirsiniz, bunlar İranda məsələn bəzən düşsə ələ adamı mürtəd edam eləyə bilərlər. Mürtəd eləyə bilərlər. Quranda mürtəd olan mücazatı yoxdur. İndi ki bura gəldik. Quranda mən bəlkə hətta istərsiniz məsələn eləyə bilərəm ki, kompüteri açam. Burada görsədəm ki, hicab deyə bir şey yoxdur Quranda. Ki məsələn mollalar tarixdə Quranın üstünə yüzlər Quran böyüklükdə kitab yazıblar. Özlərindən. Məsələn, adam deyirmiş ki, məsələn deyirəm bir dana naəmlik dövrəsidir, deyir ki, mən xanımımı çıxasam eşiyə təcavüz eləyəcəklər. Əlimdən alacaqlar. Çox qədim də o cür imiş. Mütəəssifانə insanlar bir-birinin namusuna əhəmiyyət vermirdilər. Məsələn, yolda tuturdu, əlini öldürürdü, öz arvadını aparırdı, qızını aparırdı. Satırdılar. Təcavüz edirlər, satırdılar. Kənizlik aparırdılar. Yox. Sözüm yadımdan çıxdı. Quranda məsələn deyir ki, mollalar gəliblər deyiblər ki, xanımı qoysaz yaxdənə, sandığa, əğzin bağlasaz, Təbrizdən götürsəz, aparsaz Məşədə, ya Məkkiyə, ziyarət eləsən, sandıqda çıxır, oradan gətirəsiz evə, açasız, çıxadasız eşiyə, səvabı ilə günahı birdir. Niyə? İstəyiblə xanım evdən eşiyə çıxmasın. Bu bir dənə Allahın nəzəridir, özü deyibdir, bunu Quran deməyibdir, Quranda belə bir şey yoxdur. Hicab mollaların düşüncəsidir. Müsəlman məmləkətlərin hərəsində hicabın şəkli bir fərqlidir. Əslən, düşüncəsi fərqlidir. Onun üçün də fərqli düşünürlər. Amma bu mollalar öz düşüncələrini bizə din adına uduzdurublar. Uddurublar, bizim boğazımıza soxublar. Beynimizə soxublar ki, mən dediyim din budur ki, ayrı bir şey deyil. Adam indi çıxıb fətva veribdir ki, məsələn, oxudum bayaqları, bəlkə tapsam oxuyaram indi elə buradan. Təbrizin hozələrinin biri, yazmayıblar hanço hozəsi, götürüblər, yazıblar şeylərə, ustandara, mediada da yayılıbdır ki, xanımların təvəccüh bir fətva ki, üləmanın fətvasına əsasən xanımların eşiyə çıxmaqları, futbol meydanına getməkləri qədəğandır, haramdır. Haramdır. Uləma kimdir bizə deyir, sənin eşiyə çıxmağın haramdır. Ona nə rəbti var? Xanım eşiyə çıxa bilməz. O, mənə deyə bilər, əlbəttə qəbul eləsən, mən onun sözünü qəbul eləmərəm. Namazı da mən ondan qəbul eləmərəm. Çünki yalan deyir. Mən baxdım, gördüm namazı, yalan deyir bizə. Quranda deyir ki, məsələn, bunlar bizə deyirlər ki, dəstəmazı belə alacaqsınız. Dəstəmaz deyirlər. Dəstəmaz. Əslən, namaz sözü... İslamda namaz sözü yoxdur. Salat var. Salat da salam sözündən gəlir. Salamdan deyil əlbəttə. Salat salavatdan gəlir. Və bu da
hörmət qoymaq anlamına yaxındır. Baxmamışam, onun üçün də bunun üstündə danışmayayım. Yəni dəqiq salatın mənasını bilmirəm. Dəqiq ərəbcə. Əlbəttə icazə buyurun tez Google əleyhissalamdan bir soruşaq ki, və ma məna əs-salat. Ma məna əs-salat. Əs-salatu ibadətun ibadetu zat əqval və əf'al əvvəluha ət-təkbir və axıruha ət-təslim. Deyir ki, salat bir dana, burada gəlir fəqət namazı tozih verir. Salat bir dana danışıqlar və davranışlardır ki, onun əvvəli təkbir, axiri də təslimdir. Tamam. Görək ki, fil-lüğə nə mənədir? Ya fil-qamus. Tərif salatı lüğətən və istilahən. Görək ki, tərifi nədir? Deyir ki, tərif salatı fil-lüğəti bəənnəha əd-dua liqovlillahi subhanahu və teala. Deyir ki, burada duadır. Bir dana ayədən gətirir ki, Allah da Quranda deyibdir ki, belə eləyin. Xuz min əmvalihim sədaqətun. Oranda geçək, görək ki, burada tozih nə veribdir. Vəl-əslu fil-lüğəti ənəl ləfzə salatə kanə lid-dua. Dua eləmək üçündür. Dua eləyirik, çağırmaq. Dua da çağırmaqdır. Sümmə əsbəhə yəni fiş-şər'i əs-salatul mərufə. Deyir ki, sonra dəyişib olubdur, məruf namaz ki var deyirlər farsça ona. İndi, pəs bu əslində salat çağırmaqdır. Salat çağırmaqdır. Çağırır. İndi bunlar bizə deyiblər ki, belə dəstəmaz alacaqsınız. Namaz zərtüştü sözüdür. Yəni bu farslar yaratdıkları zərtüş dini ki, ola bilər olmasın, imkansızdır. Zərtüş dini sabitdə olmuş olsun. O imkanı çox azdır. Bir yol. Deyirlər ki, burada bu namaz sözü onların ibadətlərinin adıdır. İranda onu yerləşdiriblər müsəlmanlara. Müsəlmanlar namaz qılanda zərtüştü niyyət elirlər. Namaz qılıram qürbətindəllah, namaz İslam namazına deməzlər. İslam namazının adı salatdır. O zərtüştü ibadətinin adı namazdır. Dəst namaz da ki, yəni mən indi əlimi neynirəm, gedəm dəst namazdır da, namaz üçün əlimi neynirəm indi, bilmirəm. Orada qədim neynərmişlər, indi yuyurlar. Yenə də bu da dəst farsıdır, namaz da ki dedim nədir? Bu da gedir ora. İndi Türkiyədə də buna abdəst deyirlər. Abdəst də İranda tualetə getməkdir. Gedirəm abdəst alam, məsələn bizim kətlərdə də bəzən işlərdilər, onlar ki istəyirlər, görsədilər, savadlıdırlar. Mənə tay. Yol. Onlar da görərdim, bunu işlədərdilər. Amma bu düz deyil. Ərz edeyim xidmətsə, bunlar bizim beynimiz yıxanıbdır. Biz İslamı da belə farsı düşüncəsi ilə qəbul eləmişik. Türkiyyə də bu cürdür. Yəni Türkiyədə də bəzi bir şeylər bizdən gedibdir. Ya onlar alıblar, fars ədəbiyyatından alıblar, özləri bir tərkib düzəldiblər ki, məsələn, İranda o işləmir. Hər halda, indi biraz sözü uzatdıq, qeydək gələk bura. Yazı, istədim bunu deyəm ki, yazı yazmaq, fikirlərinizi, düşüncələrinizi. İndi məsələn, mən burada bunları danışdım, sizin zehninizə bir şey gəldi. Onu oturun yazın. Bir şey, məsələn, biri sizə söyüş dedi. Narahat oldunuz. Onu oturun yazın. O söyüşün sizə nə ərzişi var, nə olar? Məsələn, onu eşitdiniz, sizə nə gəldi, nə oldu? Onu yazın. İçinizdə nə ittifaq düşdü? Məsələn, onu deyək ki, mən desəydim nə olardı, o cür bir şeysi. Yəni, özünüz desəydiniz nə olardı, o qədər nayrahanda olardınız. Yəni, məsələn, haşa huzurunuzdan, haşa huzurunuzdan. Deyir ki, filan olmuş. Bunu mən deyirəm. Əcəba, bunu mən eşitdiyim qədər biri mənə desə filan olmuş, o qədər nayrahand olaram ki, indi mən özcüyə deyirəm. Bunları düşünsək, onda görərik ki, biz çox fərqli bir nəticələr alacaq. Çox fərqli. Tamam. İndi, gələk məramnamədən danışırıq. Məramnamə nədir? Məramnamə dedik ki, bir təşkilatlar yazılır. Əvvələn hər şeyin bir özünə görə məramnaməsi var. Əxlaqi məramnamə var, siyasi məramnamə var, herfeyi məramnamə var. Məramnamə ilə əsasnamə demək olar birdir. Məramnamə deyəndə çox əxlaqi tutulur. Yəni, əxlaqən biz neyi niyəcəyik? Yəni, düşüncəsəl olaraq. Bizim gələcəyə planımız nədir?
Əsasnamə işləhdir. Yəni biz nə əsaslarda işləyəcəyik? Yəni həmandır. Yəni biz millətə deyirik, biz belə işləyəcəyik. Əsasnamə amma təşkilatın öz için göstərir. Məramnamə millətə göstərir, müxatəblərə göstərir nədir? Fərqi budur. Əsasnamə yol xəritəsidir içdə işləmək üçün. Bir təşkilatın içində bir dənə bəqqallar 4 nəfər işləyəcək, bir dənə şirkətdə, idarədə onun bir dənə əsasnaməsi var. Nə cür oturacağıq, nə cür duracağıq, nə cür cavab verəcəyik, nə cür dəyişəcəyik, hüququmuz nə cür olacaq, nə cür maliyyət verəcəyik, nə cür pul alacağıq, biməmiz. Bunlar hamısı əsasnamədir. Məsələn, xilaf eləsək belə mücazat olacağıq. Məsələn, bir dənə ailədən ikisi burada işləyəməyəcək də, rant beləsi olar filan. Bax, bunlara deyir əsasnamə. Məramnamə nədir? Məramnamə budur ki, mən yazıram, mənim müxatəblərim, o adamlar ki, mən onlar üçün yazıram, ya onlarla təmaslıyam, ya onlar üçün işləyəcəyəm, onlar bilsinlər ki, mən onlara görə nə düşünürəm? Biz onlara görə nə işlər görəcəyik? Ya görürük indi? Bəs məramnamə budur, biz nə edəcəyik? Kimuk? Biz kimuk? Nə düşünürük? İndi üçün ya gələcək üçün? Nə istəyirik? Kimə istəyirik? O işləri düzəltmək üçün, o düşüncələrimizi yerinə gətirmək üçün nə cür davranacağıq? Baxın, məramnamə bunları deyəcəkdir. İndi dostlar deyirlər ki, məramnaməni, məsələn, sənin məramnamən var. Mən fərdəm, mənim məramnaməm yoxdur. Mən servis vermirəm. Əlbəttə, deyəndə servis vermirəm, bu şeydir, yəni biraz gətiririk aşağıya. Mən indi gərək, əslində indi düşünürəm, indi burada düşünürəm. Burada sizinlə danışa-danışa düşünürəm ki, mənim məramnaməm ola bilsə, olsa nə olar məsələn? Zərərli olar. Təbii ki, yaxşı olar ittifaqən. Deyək ki, mən İnsaf Əli Hidayətəm. Bir təşkilata ya bağlıyam, ya bağlı deyiləm, onu deyirəm. Mən nə istəyirəm? Nə istəyirəm? Kimlərə istəyirəm? Nələri istəyirəm, kimlərə istəyirəm? Bu istəkləri ələ gətirəndə, ələ gətirmək üçün nə iş görəcəyəm? Kimlərlə görəcəyəm, kimin üçün görəcəyəm? Görürsünüz, bunları gərək cavab verəm. Tamam. İndi bu məramnamə hətmən gərək yazılı olur. Yazılı olmasa məramnamə deyil. Çünki məramnamə yazılı olması sözdür. Söz də dəyişər, dəqiqə başı dəyişər. Yəni, sən deyərsən ki, mən dedim, indi məsələn dedim ki, özüm, məsələn, mən indi bayaqlar dedim ki, məramnaməni şəxs yazmaz. Sonra dedim ki, biraz indi fikirləşirəm, sizinlə danışa-danışa, nəzərimə gəlir ki, şəxs də yaza bilər. Baxın, siz mənə deyərsiniz, məramnamə nə oldu? Deyərəm ki, onu demişdim, belə oldu. Yox, sən mənə bir dana kamil bir şey deyəcəksən, dəqiqə başı dəyişdirməyəsən. Mən biləm ki, sənin bu sözün üstündə mən hesab gedə biləm. Yoxsa sən deyəsən ki, yox, mənim mənzurum ondan bu deyildi. Mən deyirəm ki, məramnamədən mənzur budur ki, məsələn, misal vururam. Məramnamədən mənzur budur ki, mən deyəm ki, düşüncəm nədir? Siz mənə deyərsiniz, sənin düşüncən mənə nə? Hə, bu söz oldu, mənim düşüncəm sənə nə? Düzdə deyirsən, yəni, sənin nə rəbdi var, yəni sənin nə dərdi və dəysin. Hə, mən orada gərək deyəm ki, məramnamə mənim düşüncələrimdir. Bu mövzular haqda, bu millət üçün, bu vətən üçün, bu dövlət üçün, bu sistem üçün, bu müxatəblər üçün. Nə üçün? Bu şeylərə yetişmək üçün. Nə üçün? Bu şeyləri orada, bu işləri orada görmək üçün. Görürsün, fərq edir. Kimlər üçün? Məsələn, Güney Azərbaycanlılar üçün, Türk dünyası üçün. Nə zaman içində? Bu zaman sürəcində. Bir zaman ayırıram ona. Bu zaman içində mən istəyirəm buraya yetişəm. Məramnamə bəs bu cürdür. Hər kəsən də yaza bilər. Məsələn, gəlin bir dona mən məramnamə yazaq. Çaşmasın, mən gərək təxtə gətirəm, qoyam burada. Ağ təxtə. İngiliscəsi whiteboard. Qərə təxtədə var idi blackboard. İndi whiteboard deyirlər də, ağ təxtə. Gətirəm, qoyam burada, orada yazam. Məsələn, görək ki, nədir? Məramnamə. Mən İnsaf Əli Hidayətəm. Qaçqındayam. Mültəci ya qaçqın formatında yaşıram. İran adlanan siyasi
cəli varlıqda, baxın kəlmələri işlədirəm. Bunlar mən işlətdiyim cəli kəlmələrin dana-danası mənim məramnaməmdir. Cəli İran, taza, amma cəli İran məmləkətində işğal olmuş Azərbaycan və Türk torpaqlarının insanları beyinləri işğal olub, hakimiyyətləri gedilib, özləri, malları, qol gücləri, beyin gücləri, pulları, sərvətləri, yeraltı qaynaqları, yerüstü qaynaqları, suları, malları, heyvanları, gülləri, otları, ələfləri İran, Fars, şovinist, faşist sistem vasitəsilə onların əlindən alır, onlar günü-gündən fəqirləşirlər. Mən bu millət ki, istiqlalın, torpağın, beynin, malın, gücün, sərvətin əldən veribdir, bunların və Azərbaycan torpaqlarının ya Türk torpaqlarının istiqlalı üçün tamam fikri gücümlə, imkanlarımla, əlimdə olan imkanlarla onun əleyhinə, o sistemin, Fars sisteminin əleyhinə çalışıram. Millətimizi öz haqlarına, özlərinin mənafeyinə, özlərinin kimliklarına, vətənlərinə, millət olmaqlarına, dövlət qurmaqlarına məlumat verin. İran adlı bir dövlət yıxılsın, Azərbaycan adında bir dövlət ya Türk dövləti adında bir dövlət, adı hər nə olursa sonra qoyarıq. Amma indiki adı nədir? Güney Azərbaycan Türk Cumhuriyyəti, Qəşqaistan Türk Cumhuriyyəti, Türkəmən Səhra Türk Cumhuriyyəti, Güney Türkəmən Səhra Türk Cumhuriyyəti deyə vətənlərimizin istiqlalı elan olsun. Nə üçün? O istimarın Türkçəsi sümürgədir. O sümürgə və sümürgəçilikdən ki, İranlılar geçən yüzildə bizim torpaqlarımızın üstündə, özümüzün üstündə, qazandığımız malın üstündə, var olan torpaqlarımız, mal heyvanımız, darayatımızın üstündə bizdən aldıqlarının qabağını almaqdan ötür. İnsanlarımızı azad eləməkdən ötür. Bu sistemdən qurtarmaq və özlərinin varlıqları ilə yaşamağa qaytarmaq üçün. Bunun üçün bir hakimiyyət qurmalıyıq. Bu hakimiyyət dövlətdən böyükdür. Məclisə, ədliyyə, qazetlərinə, rəsanə farsda deyirlər. Tamam rəsanələrə, yəni mediaya, radiolar, televizyonlar, internet, web saytlar azad olsun. İnsanların fikri azad olsun. Bu fikri burada qalmasın, bunu danışmaq azad olsun, qorxusuz. Heç kəs əlahiddə millətdən ayrıb özünə məxsus məhkəməsi olmasın. Hamı bir qanunla mühakimə olsun. Hamı qanunun qabağında bərabər olsun. Olmaz mollanın bir dadgahı olsun, məhkəməsi olsun, qazetəçinin bir ayrı məhkəməsi olsun, pastarın bir ayrı məhkəməsi olsun, mühəndisin bir ayrısı olsun, döktürün bir ayrı olsun, pərəstarın bir ayrı olsun, vəkilin bir ayrı olsun. Tamam, burada tamam qanunlar getdi, təbəqati. Heç birisi o birisini tutmur. Yəni döktürü mühakimə eləyən qanundan məni mühakimə eləmirlər. Məni mühakimə eləyən ilməhsalanı mühakimə eləmirlər. Bir dana mekaniki mühakimə eləmirlər. Bir dana nəqqaşı mühakimə, bir dana sürücünü mühakimə eləmirlər. Bu qeyri-adil, adilanə deyil. Qanuni deyil, düz deyil. Bu təbəqati, təbiizidir. Təbiizdir. Dövlətimiz qurulsun, milli dövlətimiz qurulsun, öz dilimizdə, öz imkanlarımızla, öz ayağımızda durub, çalışıb məmləkətimizi abad eləyək, rifahımızı, əmniyyətimizi qoruyaq, rifahımızı çoxaldaq, dünya ilə dostluq ilgisinə girək, düşmənlik ilgisinə yox. İran dünya ilə düşmənlik ilgisindədir. Biz dostluq, barış ilgisinə, əlaqəsinə girək və dünyada tövsə eləyək. Bu geri qalmışlıq ki, İranda həm fikir, düşüncə geri qalmışlığıdır, həm təlim, tərbiyyət geri qalmışlığıdır, həm teknoloji geri qalmışlığıdır, bundan keçək.
Kimlərlə bu yolu gedəcəyik? Azərbaycan türk millətləri ayıldıqca qoşulacaqlar bu hərəkətə və bizə. Bizə deyəndə mənə tay insanlara ki, çalışırıq. Bu mən məramnamə sizə ərz edirəm indi. Qoşulacağıq və biz çoxaldıqca, gücləndikcə, fikir olaraq gücləndikcə, personel olaraq, nəfərat olaraq, insan olaraq, birey olaraq gücləndikcə və birləşdikcə düşmənimiz zəifləyəcək. Çünki hər nə qədər biz düşməndən qopsaq, özümüzə gəlsək, düşmən zəifləyəcək, biz güclənəcəyik. Dünənəcən 10 nəfər idik, bugün 20 nəfərik. Düşməndən 20 nəfər qopubdur. Dünənəcən düşmən hamısı bu 20 nəfər düşməndən idi. İndi bu qorxubdur. Biz güclənəcəyik. Hər nə qədər gücləndikcə, millətimizi bildikcə yavaş-yavaş insanları daha çox ayıldacağıq və əl-elə verəcəyik. Bu dövlət, İran Fars dövləti ki vardı, sümürgə dövləti, bizim amacımız onu yıxmaq. Öz dövlətimizə, milli hakimiyyətimizi qurmaqdır. Tamam. İndi biz nə cür onu yıxa bilərik? Silahımız yoxdur, pulumuz yoxdur, təşkilatımız yoxdur, filan bəhman. Məramnamədir bunların hamısı, məramnaməmi mən deyirəm. Nə etməliyik? Tamam. İnsanlara öyrədəcəyik, nə cür təşkilatlaşaq? Nə cür kimliğə gələk? Nə cür birləşək? Nə cür silahlaşaq? Nə cür düşməni tək yıxmaq olmaz və heç güc düşməni yıxmaq üçün tək meydana çıxmaz. Biz də düşmənimizi güclü görürük. O ərteşi var, ordusu var, pasları var, təyyarası var, bombu var, tancı var, polisi var, ittilatı var, bəsici var, fulanı var, fulanı var. Biz bunları görürük, idarələri var, 5 milyon karməndi var. Biz bunu görürük. Biz bundan zorumuz çatmaz indilikdə. Nə etməliyik? Həm özümüzü ayırmalıyıq, həm də o birisi millətləri ayıldıb, onları da düşməndən qopardıb özümüzə yapışdırmaq. Birlikdə güclərimizi birlədib, biz tarazının çəkisin, öz çıxarımıza ağırlatmaq, düşməni zəiflətmək, sonra düşməni içəridən bölmək. Düşməni öz içində yaşılçı, şahçı, cumhuriçi, demokrasiçi, faşist, şovinist bunlara bölmək, bunları bir-birinə, düşmənin içində bir-birinə salmaq, savaş yaratmaq. Və dünyada İranın düşmənlərin öz tərəfimizə, bizim cibhəmizə çəkib, onlarla bir gücümüzü qoymaq, onlardan bir şeylər alıb düşməni yıxmaq üçün mənfəət ikisi buradadır. Onların da mənfəəti, bizim də mənfəətimiz buradadır ki, İran yıxılsın. Bunun üçün onlar bizə nə versələr, nə alırlar? Bu ki, İran yıxılmaqda biz onlara köməklik eləyək. Hangi dövlət olur dünyada olsun? Əlcəzair olsun, İsrail olsun, Amerika olsun, Filistin olsun, hər kəs, Ermənistan olsun, gəlsə İranı istəyə yıxa, bizə köməklik eləsə, deyək, sağ ol. Çünki hədəfimiz nədir? Bizim hədəfimiz onların piruzluğu deyil. Ermənistan İrana piruz olsun, Əlcəzair, Amerika, İsrail, yox, bu deyil. Bizim hədəfimiz budur ki, onlar bizim gücümüzdən istifadə ilə İran yıxılsın, onlar güclü qalsın. Biz də onların gücündən istifadə edirik ki, İran yıxılsın, biz dövlətimizi quraq. Diqqət buyurun. Bu bizim dövlətimizi qurandan sonra nə edirik? Dedik. Bir, əvvəl gördük ki, İran zəiflədi, yıxılmağa gedir. Kontrolu əldən verdi. Millət rahpeymalıq edir. Tehranda da rahpeymalıq edirlər, Əhvazda da rahpeymalıq edirlər, Bəluçistanda da rahpeymalıq edirlər, Şirazda da, İsfahanda da, Yazdə də, Simnanda da, Kirmanda da. Biz burada oturmuruq. Deyirik ki, indi bunu yıxmaq vaxtıdır. Çünki bunun personeli, ordusu, fulanı, bəhmanı, bir belə adamı var. 600 min nəfər cəmiyyəti vardı. Bunun ərteşinin, ordusunun, sipahanın, bəsicinin bu 600 min nəfərə hər şəhrə bölsə gələr 100 nəfər. 100 nəfər yıxa bilməz bizi. Nə etməliyik? Gəlin biz də eyni zamanda hərəkət eləyək, Farsların dövlətini yıxaq, dövlətimizi quraq. Ondan sonra Farslar özləri bilərlər hakimiyyətləri ilə, nə edəcəklər. Amma biz öz dövlətimizi quraq. Ha, gördük ki, zəifdir. Padğanları keçirdik əlimizə, silahları alaq, silahlanaq. Radio, televizyonu alaq, elan eləyək. Hər şəhridəki eləyə bildik, 4 nəfərə, 5 nəfərə, 10 nəfərə təşkilatlanaq. Nədir təşkilatlanaq? Mənim 4 dənə yoldaşım var, 4 dənə familim var. Tanıyıram, bunlar dövlətə işləmirlər, casus deyirlər. %90 inanıram ki, %100 heç kəsə inanmarıq. Yəni siz inana bilməzsiniz ki, xanımız casus deyil. Xanım da inana bilməz ki, əri casus deyil.
Amma %90 inanaq bir-birimizə ki, mənim bu familiyam, bu dostum, bu yoldaşım casus deyil. İran məmuru deyil. Tamam, gəlin biz bərabər işləyək. Nə edək? Biz məsələn gələcəkdə nə edəcəyik? Təşkilatlanmaq budur dostlar. Biz özümüzü, familiyamizi, ailəmizi qorumaq üçün nə edəcəyik? Əl-elə verək, indidən onun yollarını tapaq. Biz şəhərimizi necə qoruyacağıq? Radio televizyonu necə tutacağıq? Ərtəşdən ya Sipahın fərmandehi filan yerdə də oradan silahları necə çıxartacağıq? Partizanlardan necə silahları çıxartacağıq? Sərbazlarımızı nə edək? Məsələn sabahları İsrail yurdu. Mən gərək tamam sərbazlarımıza deyəm ki, olan hər kəsin sərbazı var, deyin gəlsin, əsləhələrini qoysun, qaçsınlar. İsraillə savaşmasınlar. Diqqət buyurursunuz. Bu mənim şeyimdir ha, məramnaməmdir. Məramnamə deyirəm sizə. Yəni bunu sonra oturup yazacağım. Bunları deyirəm, bunları yazacağım. Bu olacaq mənim yazılı məramnaməm. İnsafəli hidayət olaraq. Yəni istəyirəm görərsiniz ki, bəs məramnamə təki də ola bilər. Yəni mən də təki bir şeylər. İndi amacımız nə oldu bizim? Amacımız, hədəfimiz, stratejimiz İran dövləti yıxılmaq, öz milli hakimiyyətimizi qurmaq. Ondan sonra İranın siyasi sistemin, nizami sistemin, əmniyyət sistemini ələ keçirtmək. Öz əlimizə keçirtmək. Məhəllələrdə həman o 4-5 nəfər ki, mənim dövrəmdə vardı, öz məhəlləmizdə mən Qarağacda məntəş uşağıyam. Məntəş uşaqlarını məntəşi deyək ki, biz qoruyacağıq. Buranın latlarını da biz tanıyırıq, tirgeçlərini də tanıyırıq, qaçaqçılarını da tanıyırıq, əlvatlarını da tanıyırıq, filan kəslərini də tanıyırıq. Bu adamlara qoymayacaq. Bu şəhərdə lazım olsa bunları tutub bir evdə zindan eləyəcək. Çünki bunlar millətin evini qarət elər, malın qarət elər, namusuna təcavüz elər, özlərini öldürər, əziyyət verər, filan elər. Biz intiqama çıxmırıq. Bunları alacağıq, qoyaq burada. Bunlar şey yox. Silahlar kimin əlində olsun? Silahlar tanıdığımız adamlar ki, bilirik, milli qorxurdular. Mənim onlara %50, %40 etimadım da yox idi. Amma indi ki, İran dövləti yıxılıbdır, bunlar hamısı Azərbaycançı ola bilərlər. Azərbaycan sərbazı ola bilərlər. Biz silahları bunlara verək, bunları kontrol edək. Tamam, gedin. Şəhərimizi qoruyaq. Radio televizyonu əlimizə alaq. Hangi şəhərdə indi onlar getdilər, məsələn o birisi dostlarımız getdilər, Kələntərini yıxdılar, getdilər Ustandarını getdilər, biri də getdi filan yerə, Fərmandarıya, biri də getdi. Yüzlər nəfər də getdi fadiqanlara silahları çıxartmağa. Biz nə etməliyik? Biz radio televizyonu gedək. Radio televizyonu araq, məsələn Təbrizli yox, ya Əhərdə yox, ya Kələkbərdə yox. Hər yerdə yox ki, orada radio var. Məsələn Kələkbərdə, Əhərdə fikirəm radio yoxdur. Məsələn deyək ki, Miyanada fikirəm Miyanada radio olmuş olsun. Zəncanda radio var, Qəzvində radio var, Həmədanda radio var, Ərəşdə radio var, Ərdəbildə radio var, Təbrizdə radio var, Urmiyədə radio var, radio televizyon var, şeydə radio televizyon var, Tehranda, Kərəcdə. Bunlarda gedirik radio televizyon alaq. Hər yerdə gedirik radio televizyonu əlimizə keçirdik. Birinci nədir? Bismillahirrahmanirrahim. Ya dedik ya, Allah, Azərbaycanın Allahının adı ilə. İşte lazım da yox, o ərəbicin deyək. Azərbaycanlıların Allahının adı ilə başlayırıq. Bura Təbriz, Güney Azərbaycan Türk Cumhuriyyəti. Yox, bura Ərdəbil, Güney Azərbaycan. O da oradan deyir. O birisi də Zəncandan deyir. Bura Zəncan, Güney Azərbaycan Türk Cumhuriyyəti. O birisi oradan Türkçəmə Səhradan. Bura Ağqala, Güney Türkistan Cumhuriyyəti. O birisi Qəşqaistandan. Bura filan yer, Qəşqaistan Türk Cumhuriyyəti. O birisi bura Qəzvin, Güney Azərbaycan Türk Cumhuriyyəti. O birisi bura Astara, Güney Azərbaycan Türk Cumhuriyyəti. Bu birisi bura Sənəndər, Güney Azərbaycan Türk Cumhuriyyəti. Baxın. Ondan sonra da elə orada deyir ki, oxudu. Biz bu gündən İran dövləti yıxıldı. Biz İran dövlətinin rəsmiyyətə tanımırıq, istiqlalımızı elan edirik. Mən hətta buna bir dənə bəyannamə yazaram. Hazır ki, dostlar hər zaman istədilər, bunu oxuya bilərlər orada. Biz bunu, bu günləri İran dövləti yıxıldı. Bu saatdan ki, oxuyuram, əlan saat məsələn, deyək ki, 3-18 dəqiqə keçir Torontoda. Təbrizdə məsələn, gecə 10 yarımı 11'ə 18 dəqiqə, 12 dəqiqə qalır. Fikir edirəm. İndi mən Təbrizin saatını görmürəm, ona görə buradan baxıram, hesablayam. 8 saat yarım fərqimiz var. Bu saat, bu saat məsələn deyək Torontodadır.
Saat 3:18 dəqiqə keçir. Güney Azərbaycan istiqlaliyyətini elan edirik. Bura bağımsız bir dövlət, müstəqil bir dövlət. Hakimiyyəti Türk hakimiyyəti ya Türklərin hakimiyyətidir. Vətəndaş haqqları burada müraat olacaqdır. Hər kəs burada silah götürməsə bizim üzümüzə əmandadır, əmniyyətdədir. Biz intiqam almayacaq. Amma hər kəs Türk ola, Kürd ola, Ərəb ola, Bəluç ola, Fars ola, hər kəs olur olsun, silah götürsə bizim üstümüzə düşmən hesab olub onunla savaşacağıq və onu öldürəcəyik. Eyni halda biz Türk dünyasından, tamam dünyadan, beynəlmiləl təşkilatlardan, Sazıman-ı Milləldən istirik ki, bizi rəsmiyyətə tanısın. Bir Türk müstəqil cumhuri olaraq bizi rəsmiyyətə tanısınlar. Biz İran deyilən istismarı məmləkətin sümürgəsi altından çıxdıq, istimarından qurtardıq, öz azadlığımız əsasında istirik məmləkətimizdə yaşayaq. Bizim iradəmiz bir millət olaraq azad və müstəqil yaşam toprağımızda, öz vətənimizdə yaşamaqdır. Bunun üçün Türk dünyasından, xüsusən Türkiyədən və Azərbaycan Cumhuriyyətlərindən istirik ki, bizim əmniyyətimizi qorumaq üçün düşmənlərin qarşısında bizə yardımcı olsunlar. Biz Türkiyədən və Azərbaycandan istirik, orduları gəlsin, burada bizi təlim versin və bizim düşmən qabağında bizi qorusun. Terrorun qabağında biz məsələn, daxildə terror olsa, onları aradan aparsın. Yaşasın Azərbaycan, yaşasın Türk milləti, yaşasın Türk birliyi. Tamam, bəyaniyyə qutardı, dövlətimizi elan elədik, hər kəsin öz şəhərində elan elədi, iradəni qoyduq ortaya, iradəmizi. Mən siyasəti tərif eləyəndə, indi keçirik o birisi tərəfinə. Siyasət mənim məramnaməmdə nədir? Siyasət bundan ibarətdir ki, bir millət öz iradəsin işə qoyur. Özgə iradəsi ilə yaşamır, öz iradəsi əsasında yaşır. Mənim iradəm nədir? Mənim iradəm budur ki, öz dövlətimi quram, öz vətənimdə, sülhüdə, əmniyyətdə, rifahda, azadlıqda, demokrasidə yaşayam. İradəmi emal. Mənim iradəm budur ki, öz dilimdə, öz şəhərimdə, öz vətənimdə mənim millətim hər kəsən öz dəlində dərsini oxusun. Çox bağışlarsınız. Siyasəti də tərif elədim burada. Siyasət mənim iradəm. Və o məramnamə əsasında. Çünki o məramnamənin hamısı mənim siyasətimdir. İnsan dünən dedim, insan bir siyasi varlıqdır, siyasi canlı bir mövcuddur, varlıqdır. Biz siyasi bir mövcuduq. O zaman ki, bir dana qızla bir dana oğlan tanışır, baxır ki, bunun boyu uzundur, qıssadır, başı çeçəldir, tüklüdür, üzü yumrudur, səqqəli var, səqqəli yoxdur, köynəyi təmizdir, yoxdur, başmağı təmizdir, deyil, nə bilim, nə cür danışır, hangi dildə danışır, ailəsinin pulu var, yoxdur, özünün işi var, yoxdur, maşını var, yoxdur, evi var, yoxdur, gəli var, yoxdur, gedi var, yoxdur. Bunları ki, hesablı bu siyasətdir. Siyasət yəni bu. Siyasət bu ki, biz hesabsız bir iş görmürük. Mən filan yerə gedim, niyə gedim? Onu hesaba salıram. Filan kəsi çağırım, niyə gəlsin? İndi bu gün niyə çağırım? Məsələn, pulum yoxdur, niyə çağırım? Hesaba salırıq ki, bu günləri mən buna qonaqlıq verəmərəm, yorunuqam, arvadımla da beləmişəm, filan, bəhman. Siyasət budur. Ona görə deyirəm, insan bir siyasi varlıqdır. Canlıdır. Və hər kəs desə ki, mən siyasi deyiləm, üstü deyir ki, mən insan deyiləm. Çünki mən insanı da tərif elədim. Diqqət buyurun. Baxın, diqqət eləsəz, mən hər şeydə çalışıram, tərif eləyəm. Yəni, mən kəlmələr ki, işlədirəm, o kəlmələrə iradə elirəm. Burada fikirləşirəm, sonra ağzıma gətirirəm bu sözləri. Biz davam verirəm mən məramnaməmi. Birinci mərhələdə öz milli hakimiyyətimizi qururuq, silahları ələ getiririk,
İstiqlalımızı radio, televizyonlardan elan edirik, rəsmi kağızlar yazırıq, göndəririk sazman millələr, göndəririk türk dövlətlərinə, göndəririk dövlətlərə, radio, televizyonlardan da rəsmən elan eləmişik ki, biz müstəqil olduq və müstəqilliyimizi rəsmiyyətə tanımağımızı istirik. Bizi rəsmiyyətə tanıyın. Bir millət olaraq. Türk dövlətlərindən də istirik. Həm radio, televizyonda, həm də kağız yazırıq. Göndəririk onların konsulgərliyinə, onların sifarətlərinə, onların dövlətlərinə telegraf edirik, teleks edirik, faks edirik, internet ilə göndəririk. Yazırıq ki, orduzu xahiş edirik, göndərin gəlsin. Burada bizim, məsələn, Kürt teröristinin qabağında, Farsların şeyinin qabağında bizdən difa eləsinlər. Bu ikinci mərhələ. Üçüncü mərhələ. Anayasanı qoyuruq, bizim üstünə deyirik, biz anayasa, yazdığımız anayasa, hazır yasa budur. Qoyuruq 1 il, 2 il, bunun üstündə 6 ay, 1 il, 2 il bunun üstündə danışılsın. Bunlar nəqd olsun, bunun eybi, iradları çıxsın. Nə mənə izafə eləyəcək, nə əsliyə eləyəcək. Bunlar yazılsınlar, deyilsinlər, toplansın. Sonra bir məclisi müəssisən təşkil tapsın. Bu dövlətin sistemi yaransın. Dövlətin, hakimiyyətin idari sistemi nədir kontrol, vəzifələri nədir? İşləri, yəni işləri nədir? O işləri nədir görəcəklər? Və o işlərdə xilaf eləsələr nədir onlar mücazat olunacaqlar? Onlar yazılsın. Ondan sonra biz Türk dünyasına qoşulmaq istirik. İqtisadına, ordusuna, təhsil sisteminə qoşulmaq istirik. Və bizim şansımızdan, bizim Güney Azərbaycanın istiqlal şansından Türk dünyası birlik təlim sistemi yaradır. Yəni bu mədrəsə birlik, bir də ona birlik sistemi yaradırlar ki, mədrəsələr hamısı o kitablar oxusun, hər yerdə onu oxusunlar. Bu bizim nəfimizədir. Yəni biz lazım deyil Tazaşdan oturaq, bir ayrı kitablar yazaq. Elə indi feylən iki dənə dövlətimiz var. Biri Azərbaycan Cumhuriyyəti, biri Türkiyə Cumhuriyyəti. Bunların da kitabları bizim mənbə dərsimizdir. Biz əgər müəllim tapa bilməsək, baxın, məramnamədir. Müəllim tapa bilməsək öz dilimizdə lazım, kafi qədər ki, məsələn, deyək bizim 1 milyon öğrencimiz vardı, 100 min da, 200 min dana da universitet, danışqa öğrencimiz vardı. Bunlara müəllim taparmışsaq, hardan? Azərbaycan Cumhuriyyətindən və Türkiyə Cumhuriyyətindən müəllim istihdam edirik, ustad danışqa istihdam edirik. Gəlin, burada bizə dərs deyin. Hər hansı bir konuda, mövzuda, işdə kəsirimiz vardı, adamımız yoxdur, az adamımız var, savadımız azdır, təcrübəmiz azdır. O dövlətlərdən deyirik, göndərin gəlsin adamlarız, burada bizə dərs versinlər, bizə burada iş öyrətsinlər. Yəni biz işi tətil qoymuruq üçün indi biz istiqlalı elan eləmişik. İranda İran bölünübdür, oradan bəzi şeylər gələcəkdir, gəlmir. Məsələn benzin oradan gələcəkdir, gəlmir. Tamam. Neyniyək burada məsələn qalaq yox, bizə ayrı yerdən bunu Azərbaycan Cumhuriyyətinə alacaq. Bizim nirugahımız var, bizim petroşimimiz var, bizim filanımız vardı, mədənlərimiz vardı. Bunların məsələn ya Farsların əlində qoyublar, gediblər. İndi biz Azərbaycandan Türkiyədən mühəndislərimizi göndərin, bunları işləsinlər bizə. Əgər özümüzün yoxdursa. İstiqlalın yoludur. Ordumuzu gəlin burada bizə ordu təşkil verin. Siz Türkiyə Cumhuriyyətinin 800 min nəfərdən çox bir ordusu var. Tamam, həman ordudan 2 min nəfər, 3 min nəfər gəlsin burada. Bizə də bir dana 1 milyonluq, 40 milyonluq, bir dana 1 milyonluq bizə əskər lazımdır. Deyirsiniz 85 milyon Türkiyənin ordusu 800 min nəfər, sən niyə 1 milyonluq istəyirsən? Buna görə ki, mən indi quruluram. Mənim nə qədər güclü olsam o qədər yaxşıdır. Çünki mənim dövrəm Farslar var, Kürtlər var, o var, bu var, terror dövlətləri vardır, müxalif dövlətlər var, millətlər var, bunlar bizə həmlə edib, bizlə savaşa bilirlər. Biz gərək o qədər güclü olaq və tamam dövrədə olaq. Tamam mərzilərimizin hər tərəfində savaşa hazır olaq. Heç kəs bizə Ermənistandan ya ayrı bir yerdən, məsələn deyək ki, qonşu olan yerlərdən ki, Azərbaycan torpağı olmayıblar, onlardan şey olsun. İndi bizim mərzimiz haracandır? O da o birinci bölümdə gələcəkdir. Mərzilərimiz oracandır ki, tarixi torpaqlarımızdır. Nə cür alacağıq? Təbii ki,
O savaşlar başlayan İran yıxılanda hangi millət haracanı atı sürsə, getsə, maşını ilə, təyyarası ilə getsə, orada düşsə, orada xətt difa, xəttin qursa, desə ki, mən bura mənimdir, ora onundur. Çünki bu savaş qaidəsidir. Hər kəs haracan tutsa, savaş zamanında, bölünmək zamanında o zaman oracan onundur. Onu oradan çıxartmağa savaşmaq gərəkir. Amma oranı almağa daha çox savaşmaq gərəkir. Yəni, əgər məsələn, deyək ki, məsələn, Ərak Azərbaycan torpağıdır. Həmədan Azərbaycan torpağıdır. Biz bir var ki, gedək düşək orada, Həmədanda cibhəmizi quraq, deyək, burada bizimdir. Bir də var ki, gedək İsfahanda quraq, deyək, burada bizimdir. Buracan bizimdir. Ondan sonra nə edək? İndi kim istəyə bilər bizi gələk İsfahandan çıxarsa, çıxarsın. Zoru çatsa, çıxarsın. Amma biz oranı, necə ki, onların zoru çatmaz bizi çıxarsın, biz də əgər torpaqlarımızı gec tərpəşsək, ala bilmərik. Necə ki, bilirik, Ermənistan gəldi Azərbaycanın torpaqlarının bir neçə faizin, 20%-ni aldı, 30 il çəkdi Azərbaycan o torpaqları geri alsın da hələ alanmayıbdır. Yəni, kamil alanmayıbdır. Məsələn, Naxçıvan ilə Azərbaycan iki dənə ayrı məmləkət görünür. Nəqşədə baxanda, coğrafiyada baxanda. Çünki Ermənistana qırıblar, Rus zamanı veriblər bunu, vəsətdə torpağı veriblər Ermənistana, Azərbaycan torpağın, Ermənistan oradan gəlibdir, yapışıbdır, Azərbaycanı ikiyə bölübdür. Əslinə dursaq, ora Azərbaycan torpağıdır. Gərək gedib oranı ala, amma alanmır. Çünki əvvəldə gedib Ermənistan o Rusiya dağılanda gedib alsaydı, ermənilər indi çalışardılar Azərbaycanı çıxasında. Azərbaycan çalışmazdı erməniləri dalı otura. Biz bu iştibaha düşməməliyik. Biz bu cür dəyişirik, məsələn, gözləyək, sonra kütlərindən savaşarıq torpağı alarıq. Torpaqlarımızı alarıq. Yox. Elə gördük ki, İran zəifdir, biz gedib cibhəmizi orada qurmalıyıq. Gedib filan yerdə qurmalıyıq. Yoxsa biz onları alanmarıq. Sonra. Ya da ki, çox ölü verərik. Məsələn, indi qaldı orada, burada bəzi məsələlər mənim məramnaməmdə, deyəm ki, mənim məramnaməmdə nələr var. Bəs dostlar, mənim məramnaməm bunlardan ibarət. Mən fikir edirəm ki, saat neçə? Əvvəl o saata bir baxsam, görürəm ki, mən məramnamə haqqında bu günləri biraz danışdım, biraz da Quranzad haqqında danışdım. Fikir edirəm, bir saat yarım danışmışam. Fikir edirəm, o birisi mövzular qalsın gələn dəfiyə. Elə bu qədər ki, məramnamədən danışdıq, dostlar bilirlər nədir. İndi mən burada baxım görüm, dostlar nə soruşublar. Onlara da bir cavab verə bilsəm, ondan sonra bunları elə burada qutaraq qalan bəhslər o birisi günlərdə gələcək, xidmətinizdə olacağam və belə bir bəhsləri həm elmə açaq, tərif eləyək, həm də tamam, məndən də suallarınız olsa ona da cavab verəcəm. Ərz edeyim ki, burada aleyküm səlamlar, salam dostlar, yenə dostlar, tək-tək hamınızdan təşəkkür edirəm ki, gəldiniz. Mən hər gün çalışacağam, hər gün saat 2 Toronto vaxtı ilə, Təbriz vaxtı ilə axşam saat 9-da online gələn burada canlı yayına və o günkü məsələlərə görə, ya öz bəzi düşüncələrimə görə danışam. Dostların soruları olsa, istəsələr gəlirlər danışalar, soru soruşalar və mövzu haqda mən orada bu imkanım olacaqdır və bu işi görəcəm. Dostların da sorğu sualları olsa, təbii ki, cavab verməyə çalışacağam. Ya bugün cavab verəməsəm, bilməsəm, gedib axtarıram. Ya da deyərəm, bilmirəm də, yəni rəsmən budur deyəcəm, bilmirəm, mən bunun məsələn, bu haqda bir şey mənim ağlıma gəlmir, ya düşünməmişəm, savadım çatmır. Onlar şeydir, ittifaqın çox da cəlib olar ki, adam etiraf eləyə ki, mən bilmirəm. Çünki bilici deyirəmişəm, mən də gedirəm, oxuram, bir şey öyrəşdirəm. Ya dostlardan soruşmuş, konu nəm nədir? Nəm nə barəsində danışıq canlı. Tamam, öyle dostlar gördünüz, bu günləri başladıq, istirdik bir 6 mövzunun haqqında danışaq. Biraz qorxu haqqında danışdıq. Gündə yazılarınızı yazın, düşüncələrinizi yazın. Onların haqqında danışdıq və oradan da getdik biraz İslam haqqında, Quran haqqında danışdıq. Ondan sonra da mən bağışlayın, danışanda bunları görmürəm, biraz da mən təsadüf eləmişəm, bir 2 il bundan qabaq, 2 il yarım az qalıb ola, ondan başım
zərbə görübdü, beynimin içi zərbə görübdü. Dostlar, mən gərək normalda bu gözlüğünlə danışam. Çünki bununla danışmayanda həm gözüm quruyur, həm də miqren tuturam. Miqren tutmağın bir illəti, burada Kanadada döktürlər bunu dedilər. Mənim miqrenim yox idi. Mən bu təsadüfdən sonra bu cür oluram. Budur ki, işıq çox gəlir gözünüzə. Hər nə qədər işıq çox olsa, lamp işığı, bu telefonun işığı falan, onlara çox baxsaz, o miqreninizi daha çox ağır elər. Ona görə ki, əgər miqreni olan varsa, bunu döktür də mənə deməmişdi, fizioterapist dedi. Biləm, neçə dana fizioterapist əvəz eləmişəm. Biri mənə dedi ki, fizioterapidə, dedi ki, sən bir gözlüğü dəyişdir, rəhli gözlük vur. Az qaranlıq olsun. Oracan ki, başarısın, qaranlıq olsun. Mən də bu mavi, abi, biz Təbrizdə, kətdə buna göy deyirdik, göyrək. Təbrizdə abi eşitdik, abi zahirən farsdır. Biz elə buna göy deyirdik. Göydə həm göyə deyirik, həm də bu göy-göyərənti ki, yerdən bitir, onlara deyirik, həm də bu rəngə göy deyirik. Bunlar da calibdir, mənə çox calib gəlir. Ustad, inşallah qərar həz kocə kara adres bədə sob biyay. Zahirən coşu yazıradan baş tapıram nədir? Yəni, ustad, səlah ra vel kon, bil qiymətiş çəndir. Bəli, silah ra vel konim qiymətiş çəndir. Bunlar şeydir, bunlar istəyirlər ki, söhbətləri çıxadılar. Bunlar istəyirlər bizi yozduralar, azdıralar, yolumuzdan azdıralar, bizi çevirələr yolumuzdan. Onun üçün bunlara əhəmiyyət verməyəcək, biz öz sözümüzü deyəcək. Ma həm radiodarim, həm televizyon. Bəli, həm radiomuz var, həm televizyonumuz, amma kafi deyil. Çünki məsələn, farsların 125 dana televizyonları var. Mən bunu bir proje yazdım, o projədə televizyonların 100 neçəsinin, 99'un adını gətirdim. Və İrandakıların yox. Yəni İranın öz içində hər ustandə bəzi ustandə 2 dana, 3 dana həm radio var, həm televizyon var. Məsələn Təbrizdə və Ərdəbildə, məsələn Təbrizdə fikrim 2 dana televizyon var, bir dana radio var. Ərdəbildə fikrim 2 dana televizyon var, bir dana radio var. Beləsi getdi. Bəzi yerlərdə də 3-4 danadır. Yəni çoxdur. Usta, keşvərin adı nədir? Nə olacaq? Keşvərin adı dostlar hamısı şüarlarımızda da deyirik, yazırıq. Güney Azərbaycan Türk Cümhuriyyəti. Karmenderin pulun hardan verəcəksiniz? Hə, dostlar, bu gözəl sözdür. Çox gözəl sözdür. Dostlar, dünənləri əgər dostumuz, umarım inşallah əmir dediyimiz dostumuz burada olsun, çünki gözəl söz soruşubdur ki, sizin deyirsiniz ki, 1 milyon ərteşiz olsun və sizin məhəllimiz olacaq, sizin ustad danışqahınız olacaq, sizin danışqahda işləyənləriniz olacaqdır, amuzaj pərvəş dediyiniz idarələrdə işləyənləriniz olacaqdır, sizin əmniyyət gücləriniz olacaqdır, sizin idarələriniz olacaqdır, bunlar da işləyəcəklər, bunların pulunu hardan gətirəcəksiniz biləsiniz? Bu dostumuz istəyir desin ki, biz İranın nəftinə bağlıyıq. Oradan pul gəlməsə biz bunları verənmərik. Dostlar, bu istimari düşüncədir. İstimar düşüncəsi, sümürgə olmuş beyin düşüncəsidir. Amerikanın nəfti də var, Kanadanın da nəfti var. Kanada, əvvəl qoyun Kanada sistemindən deyim ki, daha bu başa düşsün ki, biz bunu özümüzdən gətirmirik. Dünyada bir neçə məmləkət var, onlara deyirlər tövsiyə yaftə, hətta post tövsiyə yaftə, yəni tövsiyəni keçiblər. Ya inkişaf tapmış, ya genişmiş məmləkətlər. Yəni çox bunlar iqtisadi sahədə, media sahəsində, parti sahələrində, siyasətdə, orduda falan güclüdürlər, çox güclüdürlər. Və qabaqda gedirlər, dünyanın qabağında gedirlər, çox da rifahlıdırlar. Nisbət, rifah həmişə nisbidir, nisbi. Yəni, məsələn, Amerikalıların hamısı pullu deyil. Amerikada çox adam var, dilənmək günündədir, çox adam var, işsizdir. Çox adam var, evi yoxdur. Çox adam var, kirayəsini verə bilmir. Amma üst-üstə müqayisə eləyəndə İranla, Çinlə, filanla müqayisə eləyəndə deyirik ki, məsələn, Amerikada %70 ev sahibidir,
İranda məsələn %10 ev sahibi, %20 ev sahibi, %50 ev sahibi, nə bilim, ya bu misal vururam. Ya məsələn Kanadada evi icarə eləyə bilməzsən, illa ki evin kirayəsinin 3 qatı gəlirin olar. Yəni gərək göstərəsən ki, mənim 3 qatı, məsələn bu evin kirayəsi 3000 dollardır. Sən gərək göstərəsən 9000 dollar gəlirin var ki, bu evi sənə kirayəyə verərlər. İndi əlbəttə biraz bu korona gələndən bu üzə qiymətlər fırlayıb göyə. Onun üçün buna çox diqqət eləmirlər daha. Deyirlər ki, qiymətlər gedib yuxarı, insanların da gəliri həmandır, o təsir eləmir. Məsələn, qabaqcan, məsələn deyək, bu evin kirayəsi ayda 1200 dollar idi, indi olub 3400 dollar. Mən otduğum ev. Tamam da mən də məsələn fərzən deyək ki, 4000 dollar gəlirim var. Ya 3000 dollar gəlirim var. Buranı gərək biraz da oradan borc edeyim, qoyam üstünə. Beləsin, ya 2 nəfərə, 3 nəfərə işləyək. İndi gələk Kanadada nə cür xariətlərin pulunu nə cür verirlər? Dostumuzun sualı çox gözəldir. Kanadanın böyük bir ordusu var. Mən istəsəz, hər kəs istəsə bunun haqqında internetdən vururam, görsədərəm, baxarıq, görürük ki, ordusu nə qəddir, təyyarəsi nə qəddir, tankı nə qəddir, ittilatın deməzlilər nə qəddir. Amma tamam, idarə sistemi deyirlər nə qədər adamı var, hüquqları nə qəddir, filandı, bəhman. Bunların hüquqlarının haldan gəlir. Hə, Kanada 12 məmləkət, 13 dövlətdir. 13 məclisi var, 13 dövləti var, 12 məmləkəti var, 13 bayrağı var. Diqqət buyurdunuz. Deyərsiniz, axı necə 12 məmləkətin 13 dənə dövləti var. Hər torpağın özünün dövləti, məclisi, ordusu filanı var, ittilatı var, filanı var, hər şey sistemi var. Dövlətdir. Bir dənə bu dövlətlərin dövləti var. O dövlətdən biri ki, mən o məmləkətdə yaşlamadı, Ontario məmləkətidir. Bu Ontario məmləkətində bu Ontario dövləti gəlib bir dənə şəhər ki, adı Ottavadır, Ottawa. Bu Ottavanı, farsça yazılar Ottawa. Ottavanı deyib ki, federal dövlət, sənin ki torpağın yoxdur, yaşayasan, sən get mənim bu şəhərimdə yaşa, idarələrin burada olsun. O da idarələri bölür. Nə cür bölür? Deyir ki, məsələn, mənim pasport idarəm getsin filan şəhərdə olsun. Filan idarəmdə getsin, strateji mərkəzim məsələn Vancouverdə olsun. Hərəsi bir yerə bölübdür. İdarələrin hərəsi bir yerdədir. Federal dövlətin idarələrinin hərəsi bir yerdədir. Bir dənə məclis vardı, federal dövlət Ottavada. Bir də dövlətin balaca bir dövlət vardı. İndi bu, hər dövlət, indi bir dənə bu paniralistlərdən, Təbrizdə paniralistlər var, Azəri saytının işləyənləri. Onlardan biri bir sıxanranlıq eləyib, indi bunda çox yayırlar falan. Deyir ki, biz istiruq, federalı istiruq, amma federal için ən kiçik şəhərdə olsun. Adam düşünmüş ki, federal sistem məsələn bundan ibarətdir. Hər federal dövlət 3 dənə dövlətdən ibarətdir, dostlar. Dövlət dövlətin qarnındadır. Bir dənə lokal dövlətdir. Lokal yəni hər məntəqənin özünün bir dövləti var. Yəni məsələn, Kəlibər dövləti, özünün dövləti var, sistemi var. Onun tamam kətləri, şəhərlər ki orada vardı, ona Kəlibərə bağlıdır. Onların hamısı, məsələn deyək ki, bu tərəfdən Miyanadır, o tərəfdən filandır, Bəhmandır. Bunların hamısı eyni o Kəlibərə tay. Bunların hamısı Təbrizə bağlanır ki, paytaxtdır, nə mənədir? Məsələn, Şərqi Azərbaycanın paytaxtı ora bağlanır. Onların özünün dövləti var, özünün məclisi var, özünün büdcəsi özünün verəcəkdir. Mərkəzi dövlət olaraq büdcə verər, köməklik elər, amma o şərait çox az, çox nadir şəkildə. Hər kəsən öz yerində. Məsələn mən olan iyalətdə bir dənə 8 saat buradan quzeyə getsən, yəni soyuq yerə getsən, çox soyuq olacaqdır təbiətən. Qışı oraya ilə buranın heç olmasa 20 dərəcə soyuqluğunda fərq elər. Bir dənə şəhər var. Oranın şəhəri budcası olmadığı üçün gətirib bir dənə şey görüb. Deyir ki, mən 1500 qətə yer hazırlamışam, hərəsi məsələn 2000 metr. Hər kəs istəsə 10 dolara satıram. Amma bir şərtim var. Gələcəkdir, burada ev tikəcəkdir, işləyəcəkdir. O nə deyir? Deyir ki, mən 10 dolara yer verirəm. Gəl al, ev tik, iş yeri elə. Amma burada məsələn ev tikmək neçədir? 300 min, 500 min bura pul qoyacaqsan. Bir ilin içində bura pul qoy, 500 min. Burada xərclə, burada işlə. Burada pul qoy. O nə olur? Oradan maliyyət gəlir.
oradan şəhər abadlaşır, orada iş toplanır, orada tükan bazar çıxacaq ortaya. Tükan bazar çıxanda insanlar gedib işləyəcəklər. O orada maliyyat yığır. Evlərdən maliyyat alır, suyun pulunu alır, bərqin pulunu alır. Bunları bərqin pulu burada xüsusidir, amma suyun pulunu şəhər bələdiyyə alır, şəhər bələdiyyəsi. Bu işlərin, xidmətlərin pulunu oradan çıxarır. Evdən maliyyat alır. Məsələn, hər il biz burada məsələn fərzdən bu evin mən bildiyim maliyyatı ildə $3.400-dır. $3.400 buranın sahibi ildə gərək tökə şəhərdarın hesabına. Buranın məsələn deyək ki, filan ev var. Bunlar hamısı onu verir. Ondan sonra da müxtəlif şeylərdən maliyyat gəlir alır, dükanlardan, oradan, buradan maliyyat alırlar. Nə bilim, məsələn, bəzi işləri dedim alırlar, çox əcib pul alırlar, burada çox əcib. Məsələn, Türkiyədə də mən bunu gördüm, çox təəccüb elədim, burada da gördüm, çox təəccüb elədim. Məsələn, su verir, deyir ki, lüləkeşlik ki qoymuşam bu evə, xiyabanlardan gəlib bu evə, onun hər ay pulu sudan çoxdur. Ona pul alır. Deyir ki, mən bu lüləkeşlik pul alıram. Bir də işlətmirsən suya onun pulunu alır. Bir də bu pul gedir Fazilabın pulunu alır. Bir də deyir ki, Fazilabada lülə çəkmişəm axı. Ona da bir pul alır. Onun pulu Fazilab pulundan çoxdur. Məsələn, mən indi burada $350 hər ay su pulu verirəm. Fazilab pulu ilə su pulu mənə $350. Bunun $70 su olur, qalanı şeydir. O pullar da şəhərdar, bələdiyyə alır. Bələdiyyə buradan nə edir? Gəlir o işləyənlərin pulunu verir. İşləyənlərin pulunu verir. Mən burada buranın getdim bələdiyyəsi ilə danışıram ki, mənə iş verin, işləyim, iş axtarıram da mən. İşləyən də bir adamam, işdən qaçan adam deyirəm, hər işə də girirəm. Bizim burada döktürlər, mühəndislər, bu cür deyil dostlar, İran kim olsun, ay döktür, ay mühəndis, bu cür şeylər burada yoxdur. Burada ay döktür, iş tapanmadı, girir, məsələn, sandviçdə işlir. Hamı burada savadlıdır, burada savadsız mənəm. Elə adam var ki, 5 dana lisansı var, 4 dana lisansı var, işsiz qalıb gedib bir şeydə işlir. Cuşqar gedir, məsələn, bir dana 1 illik də öyrəcək, olur cuşqar. Mənim oğlum fəlsəfədə, məsələn, olubdur fog lisans. İranda ustad danışqahlardan yaxşı dərs deyə bilər. Amma burada getdi, axı gördü, olmur, getdi, cuşqarlıq da öyrəsi gördü bir il. Bir ildən sonra getdi, başladı saat $20 işləsin. Çarə yoxdur. Bu cür deyil deyəsin ki, ağay döktür, burada ağay döktür, xanım döktür yoxdur burada. Döktürün kiçik adı var. Məsələn, mənim döktürümün adı Martin. Martin, bu tuldu getdi. Özü 80 yaşı var, 85 yaşı var. Martin. Elə biz ona Martin deyirik, o da bizə deyir ki, Əli. Mənim adımı Əli bilir. Yəni, tamam adımı bilir, amma bu üçün məni səsliyində Əli səsdir. Mən də onun Martin. Ağay Martin, döktür Martin yoxdur. Bunun üçün insanlar burada ləğəbə işləmirlər, burada yaşamağa işləyirlər. İnsanlar burada evlənməkdə də adından evlənmirlər, filan döktürdü ondan evlənim, yox. Burada deyir ki, bu adamı mən tanıyım evlənim. Burada şey yoxdur, cahaz yoxdur, kəbin də yoxdur, mehriyə də yoxdur. Burada insanlar çalışırlar ki, qəlbləri ilə bir-birləri ilə yaşasınlar. Hər vaxt gördüyü ki, qəlbi böyürüldü, gedir bir yerə, gəlir, deyir ki, mən ayrılıram. Bəziləri də xiyanət edirlər, tutulurlar, ayrılırlar. Qeydaq yine Kanadanın üstüne. İndi Kanadada nə inir? İndi məsələn deyək ki, mən olduğum iyalət hər nə mənə alıram yeməkdən sonra. Bişməmiş yeməkdən sonra. Məsələn, süd alıram. Əbələ süd də bunun içindədir. Məsələn, misal vuram. Südü gedirik alaq. Burada 4 litr, 5 litr satırlar biz olan məmləkətdə. Buna maliyyət verməyəcəksən. Deyir ki, bu yeməkdir. Yeməyə maliyyət almıram. Çünki onda bahis olar. Alanmazsan, zəif olar, beynin zəif olar, uşaqların zəif olar, millət zəif olar. Getdikcə millətin nəsli zəiflər. Çünki insanların bədəninə nə qədər çox yemək yetişsə, qəza, mineral, vitamin yetişsə, belə beyni inkişaf elər. Belə beyni çoxalar, belə güclənər. Belə özünə etimad və nəfsi olar. Hər nə qədər az yesə, o qədər beyni kiçilər. Mütəəssifانə belədir. Yəni beynin kasası var,
Amma içi boş, azalır. Getdikcə azalır. Shrink deyirlər də, azalır, çıxıldaşır, gəlir o şey. İndi burada nə deyir? Burada deyir ki, sən yeməği içi bişməyibdir. İstisnadan dedim süt və o cür bir şey, süt pişirim, ondan sonra hiçbir şey yoxdur. Ki bişmiş olur. Bunlara maliyyət verməyəcəksən. Al meyvələrdir, soğandır, yer almadı. Bu cür bir şeylər hər nə mənə ki yiyəcəksən, xam. Onları alırsan, onları maliyyət. Ondan sonra hər nə ki bəstə bəndə olar. Yəni qoyarlar bir şeydə içinə. Məsələn, ya bişirələr, ona pul verəcəksən. Maliyyət verəcəksən. Neçə dərsən? %13. %13 maliyyət alır səndən. Elə orada satanda deyir ki, bu qələm neçədir? Yazıb ki, $1.25. Alanda deyir ki, $1.70 məsələn oldu 3 sent. Məsələn deyirəm. Deyirsən ki, bu 25-i, 125 idi. $1.25 deyir ki, yox, bu maliyyət də gəldi üstünə, %13. $13, $1 ki $13 elər, 25-ci də məsələn elər 4 sent ya 5 sent, hər neçə, 4 sent fikirlər. 4 sent elər, tamam, sən bunu verəcəksən, məsələn, olacaq 29 sent gəldi üstünə. Hər nə mənə alsaz, hər bir sentə, hər bir dolara 13 sent maliyyət veririk. İndi nə olur? Dövlət necə çıxarır bunu? Maliyyatdan təxməndən almış ki, karxanalar var, şirkətlər var, təyyarələr var, ticarət gəmiləri var, qətarlar var ki, o gün birini saydık 500 dana şey gətirir. 500 vaqonu var. 500 vaqondan yük gətirir. Bəhəsində 2 mərtəbədir yüklər. Yəni 1000 dana birdən görürsün, 1000 dana Connex konteyner yük gətirir. Bunların hamısının içində pul gəlir, maliyyat gəlir. Maliyyat gedir. Hər nə mənə döhtürə gedirsən, maliyyat verəcəksən. Əgər döhtür, dava alırsan, maliyyat verəcəksən. Hər nə elirsən, alırsan, satırsan, hətta bəzən hədiyyə bir əndazədən izafə olsa, maliyyat verirsən. Məsələn, bir nəfər sənə $100.000 hədiyyə verəm. Deyir ki, get mənim maliyyatımı ver. İndi mənim evim var, öldüm. Vəsiyyət də eləməmişəm. Vəsiyyət eləmədiyim üçün ev dövlətindir. Mənim uşaqlarım istəyirlər ki, bu ev alalar dövlətdən, gərək gedələr bir 20 il dadgahlarda sürünələr. 20 ildən sonra mümkündür bunda %50'sini, %25'ini dövlət bunlara qeytərər. Mütəvəccüh olursunuz nədir? Dövlət bu sistemdən pulunu çıxardır. Hüquq verir. Torontonun, indi deyim, Kanadanın bir dənə məmləkətinin nəfti var, Alberta. Nəfti var. Çox da soyuq bir məmləkətdir. Mənim də təsadüfüm orada olubdur. Buz, tamam buz olur. Gələ buz əslində görünmür. Adam deyir, asfaltdır, amma torumuz tutanda maşınlar fırlanır, gedir. Düşür şeyə. Mən 3 dəfə qışda ora maşınla getmişəm, üçündə də təsadüf olubdur. Yəni, məni ya daldan vurublar, ya da birində də ki, özümlə açdım. Yəni, heç nə bir maşın var idi, caddədə, nə bir şey açdım, getdim, düşdüm dəriyə ki, o 2 il yarım deyil, onun şeyini çəkirəm. Sələməsini çəkirəm. İndi o nəft şirkəti var ha. O nəfti müftə vermir bizə. Nəfti o qiymətə ki verir dünyaya, o qiymətə də verir bizə. Benzini də o qiymətə ki verir dünyaya, verir bizə. Bizə fərq eləmir. Amerikadan nəft gəlsin, qaz gəlsin, ya oradan qaz nəft gəlsin. Torontodan, Albertadan, Kanadadan. Heç fərqi yoxdur. O maliyyatını dövlətə verir. Deyir, mən bir dənə şirkətəm, buranı almışam, buradan pul qazanacağam. Hər kəs də istəyir pul qazansın, gəlsin məndən səhmi alsın, bursa alsın. Mən qazansam, o da qazansın, zərər eləsin, o da zərər eləsin. Bunların da üstad çıxdı, yəni bəllidir. O İran kimi də rant ola, gələrlər burada oyun oynayırlar, qiymət apararlar üstə, millətə satarlar, sonra yatırdalar, millətin pulunu götürürlər, gedərlər. Bu cür deyil, belə bir şey yoxdur. Bunun üçün, baxın, sistem budur, nəftə dayanmır, işə dayanır, alverə dayanır. Hər kəs hüquq alır, hər kəs fərq eləməz, rəis cumhur. Kanadanın rəis cumhuru yoxdur, baş nazir, baş vəzir. O da hüququndan maliyyət verəcək. Dedim, məsələn, fərzlə İran dövləti bir dənə fəş gətirir. İstir barışa bir pul gətirir, vəş gətirir, nə gətirir? Onu vəzir apara bilməz evinə.
Mənə gətiriblər, sənə gətirmir. Bunu gətiriblər dövlətə. Aparacaq. Pəs biz nə cür pul eləyəcək dostlar? Nə cür biz pulumuzu verəcəyik? Birinci mərhələdə ən başda müşkülümüz olacaq. Yəni dövlətimizi qurduq, milli dövlət elan elədik, bizim şeyimiz yoxdur. Nə cür eləyəcəyik? İran dövlətinin bizim əlimizdə olan malımızı çapan ki, müsadirə eləmişdi, ya istismar eləmişdi, onları əlimizə keçirdəcəyik, onları biz satacağıq. Onların pulu ilə bunları verəcəyik. 1-2 ay, 3 ay, 5 ay beləsi ta işlərimizi yola salaq. Ondan sonra da maliyyat əsasında, vergi əsasında gedəcəyik. Ticarət əsasında məmləkətimizi idarə edəcəyik. Ha belə, mümkündür ki, çox da çətinə düşdük, olmadı, o birisi dövlətlərdən alacaq. Borc alacaq. Borcunu verəcəyik. Deyirsiniz ki, ağa sən indidən borca deyirsən. Bir dana dostlar, ben koyun buradan size tapım görsədim onu website. Bir dana şey var deyim. Ben bu Google, Hazreti Google ki vardı. Bu Hazreti Google aleyhisselamdan iştibah elədim. İştibah elədim bunu. İcazə buyurun mən bu Google aleyhisselamdan soruşum ki countries live debt online. Elon bu pulla dostlar bir tane website var. Göcürüm adını tapa bilirəm. Worldometer beləsi bir saytıdır. Burada gəlir əvvəldə insanların nüfusunu göstərir. Elon məsələn dünyada nə qədər cəmiyyət var? 8 milyar 104 milyon 93 min 114, 115, 116, 117, 118 sayır. Mən yetirəmirəm. O bəndən sürətlə gedir. 39 milyon 593 min 122, 123, 128, 132, 134, 136, 140, 142 adam doğulur. Elon doğulur bu gün. Yox, üzrsən. Bu il buracan. İndi 4-cü ayın 17-sidir. 4-cü ayın 17-sinəcən az qalır ki 40 milyon adam doğulmuş oldu. Bugün doğanların, bugün dünyada doğanların sayı, tamam bunları ötürək geçsin. Government Economics bu günləri nə qədər xərcləyiblər dünyada, bu günləri sağlığa fulana onu yazır. Ondan sonra Society Media, ruznamələr, radio, televizyonlar yazır ki, nə qədərdir. Bunlar TV neçədən adı. Dünyada məsələn TV, dəstgahlar işi satılıbdır. Yəni televizyon ki alırıq evə qoyuruq o dəstgahlar. Onların şeyidir. Tamam bunlardan da bizim dərdimiz. Telefon məsələn neçə min dana satılıb buracan bu ilin içində. Today bu günləri telefon bu qulağımızda əlimizdə tuturuq danışıq bu telefonlardan 5 milyon 62 min 900 sürəti çoxdur satılıbdır. Bu gün fəqət. Ondan ərz edeyim ki environment, food, bu da yeməkdir, bu da water sudur, enerjidir, health'dir, pehdaşdır yəni. Pehdaşdan sonra məsələn nə qədər siqar satılıb bu günləri. Bugünkü siqar satılan 10 milyard 78 milyon sürəti o qədər çoxdur da mən qalanını oxuya bilmirəm. Çünki sürətlə məsələn oxusam gələcəm ki oldu 10 milyard 80 milyon siqar bu gün satılıbdı bu ləhzə. O borçlar gəlmədi. Bir dənə da eyni bunun tayı var. Dövlətlərin borcunu göstərir. Live countries debt. Bunu mən iştibah dedim. Ölü yazdım. Ölü amar işdir. Okey. Fikrim gəldi. World Debt Clock. Adı budur.
Dünyanın, dostlar, baxsaz burada dünyanın borcunu göstərir məmləkətləri. Ən başda gələn məmləkət ki, hamı dövlətlərdən çox borcu vardı, USA, Amerika dövlətidir. İkinci dövlət Çinadır, Çin dövlətidir. Üçüncüsü Japondur. İndi Amerika dövlətinin nə qədər borcu var və saniyə ilə gedir. Mən bunu görüm keçəldə bilirəm, görəsiniz. Baxın dostlar, umarım görəsiniz. Sürəti görün nə qədər borcu göstərir. Görün nə sürət ilə dəyişir, borcu çoxalır. Birincisi Amerika dövlətidir, ikincisi oldu Çin, üçüncüsü Japon, dördüncüsü Alman. İndi Amerikanın nə qədər borcu var? 34 trilyon 662 milyard 144 milyon, qalanı da ki gedin hesabda, onları minləri keçməyəcək. Bir belə borcu var və çoxalır. Hər saniyədə, sən bilin, məsələn bir dəqiqədə mümkündür ki, bəli, bir dəqiqədən az da milyonu keçir. Hər dəqiqədə 1 milyon, yox, çox keçir, çox keçir. Baxın, mənbəyaq deyəndə 2 idi, indi olduq 6, 7 milyon. Baxın, sayıram, 8 milyon. Bəyaqdan bu yüzə 8-ə qalxıbdır. 9 milyon, 1 milyard borc oldu. 10 milyar, 10 milyon, üzr istəyirəm, 10 milyon, 11 milyon, beləsi gedir üstə, üzr istəyirəm, orasını iştirak elədim. Ondan sonra gəlirik, məsələn, məmləkətlərini adını oxusam hamısıdır da, bunların hamısı, bayraqları da buradadır, baxın. Bunların hamısı borcu. Türkiyə haradadır? Axirincisi Türkiyədir, borcu var. Nə qədər borcu var? Budur. Türkiyənin borcu budur. Axirdəki Türkiyədir. Borcu o sürətindən çoxalır. Neçə milyard borcu var? 423 milyar 117 milyon 264 min getdi, oldu 265 min 6 min, onları mən yetirəmirəm. Borcu var. Dünya dövlətləri borc əsasında yaşırlar. Və bir gün, budur, Türkiyə dövləti ki deyir ki, o dünya bankı var, ya dünya sərmayedarlar var, yıxır bizi. İstirlər yıxarlar, iqtisadımızı ələ aparırlar falan. O elə budur. Yəni, bu pul verən hər kəsdir, bu borcu verir bu dövlətlərə. Amerika kimi dövlətə. İstəyəndə də onun başına oyun gətirə bilir də. Mütəəssifanə beləsidir. Məcbur olacaq, istədim onu deyəm ki, məcbur olacaq tamam dövlətlər kimi biz də borc eləyək və qariməntlərimizin, işləyənlərimizin pulunu verək. Yox, ya da ki, iqtisadımızı gücləndirəcəyik, iqtisadımız gücləndikcə da eləyə biləcəyik ki, pulumuz qazanaq, maliyyatda, vergilərdən pul qazanaq. Azərbaycan sərhəddi haracandır? Azərbaycanın sərhəddi, dostlar, mən bir dənə məqalə yazmışam bu haqda. Dostlar istəsələr onu da müraciət edə bilərlər, amma xülasə deyim. Azərbaycanın 3 mərhələdə tarixi şeyi var. Sərhəddi var. Bir, Osmanlı dövrəsidir. Osmanlı, üzr Səfəvi dövrəsidir. Səfəvi dövrəsində hər nə var Azərbaycandır. Yəni, Əl-Əhvaz olsun, Pakistanın biraz olsun, Əfqanistanın biraz olsun, üstdən Türkmən Səhra olsun, Tacikistan olsun, nə bilim gəlsin, bu tərəfdən geçsin Gürcüstana, Ermənistan, bunlar hamısı, bu tərəfdən Türkiyənin biraz bugünkü Türkiyənin birazları, gün çıxan tərəfləri, yəni Güney Azərbaycana tərəfləri, ondan sonra bunlar hamısı Azərbaycandır. Bir imperatorluqdur, Azərbaycan Türk İmperatorluğu və bugünkü İran Azərbaycan Türk İmperatorluğunun kiçik parçasıdır. Yəni Azərbaycanın 100 metr yeri olsa Səfəvi dövründə, onun 5 metri İrandır, qalanı 95 metri o birisi yerlərdir. İran bunun üçün Azərbaycanın bir parçasıdır. Necə ki, ikinci mərhələ haradır? Qacar dövrüdür. Yenə də Qacar dövrü, yenə də İran, Gürcüstan, Ermənistan filan, biraz da Əfqanistandan, Pakistandan, biraz da Əfqanistandan
Biraz da üstten, şimal tərəfdən, Türkmen sərhədinin üstü bu tərəfdən Tacikistan falan. Bunlar da bizim nədir? Bizim bir parçamızdır. Yenə də Azərbaycanın bir parçasıdır. Azərbaycan məmləkətdir. İmperatorluq məzəl istəyirəm. Azərbaycan imperatorluqdur. Azərbaycan bir cıqqılı bir yer deyil. İran dedikləri, bugünkü İran dedikləri Azərbaycan dövlətinin, Azərbaycan imperatorluğunun bir kiçik parçasıdır. Bunu İranlılar yazan Azərbaycan İranın bir parçasıydı, bölünübdü. Yox, Azərbaycan, İran Azərbaycandan bölünübdü. İran Azərbaycandan bölübdü. Azərbaycanı bölüblər, İran çıxadıblar içindən. İranı bölüb Azərbaycan çıxatmayıblar ki. Çünki İran Azərbaycanlıların torpaqlarının qılıncla qazandıqları torpaqların bir qırısıdır. Bu beyni yıxanmışlıqdan çıxmalıyıq. Qacar dövründə gəliblər deyiblər ki, məsələn, Məmalik Məhrusi Qacar məmləkətləri, diqqət buyurun, Qacar məmləkətləri, məsələn, 5 dənə məmləkətdir. Adları bəllidir, torpaqları da bəllidir. Məsələn, o torpaqlarda, Qacar torpaqlarında, Azərbaycanında Kürdistan deyə bir yer yoxdur. Rəşt, Şimal, Gilan, Mazəndaran deyə bir yer yoxdur. Ustani Tehran deyə bir yer yoxdur. Çünki Tehranı biz yaratmışıq. Orada kət də yoxdur Qacarlar bunu yaradanda. Buranı biz yaratmışıq. Bunu biz zehnimiz alaq. O zaman məmləkətlər bəllidir. Fars adında bir məmləkət yoxdur tarixdə. Fars. Ustani Fars deyirlər ha. Məşrutə dövrü Fars yoxdur. Reza Şahdan sonra Fars ustan yaradıblar. Ha, siz deyirsiniz, bəzi nəqşələrdə bu xaricəlilər yazıblar ki, Persiya. Bunlar hamısı taza sözdür. Taza sözdür, qədim söz deyil. Bunlar hamısı bu Məsihiyyət dünyası beyni yıxamaq üçün sənət düzəldib, mədrəs düzəldib, kitab düzəldib, nəqşələr yazıb, nəqşələrin üstünə adları dəyişdiriblər. Bunda İranlılar xüsusən çox mahirdirlər. Nə cür məsələn, çox rahatdır, bilirsiniz. Mən də onlar ki, kitabları oxuyublar, onlar bilirlər ki, bir kitabın sətrin nə cür bunu silərsən, yerinə yazarsan, həmin xəttini heç istə bilməz. Nə cür bir kitabı yazarsan, qədimi göstərsən. Nə cür bir dana əsəri, bir dana bir şeyi düzəldərsən, indi. Onu şimyayı ilə, torpaqla, ondan, bundan biraz seyirlərsən, deyərsən ki, bu 2000 illik bir şeydir. Satarsan, gedir. Bu cəhəli sənəti, dostlar, əvvələn bir elmidir. Cəhəli sənəti elmidir. Ciddi deyirəm, inanın mənə. Cəhəli sənəti elmidir. İkinci bir teknolojidir. Üçüncü bir ticarətdir. Baxın, bu günləri AI gəlibdir, AI. Erdoğan cənablarının əhsin verir, filmin verir, farsıcan söz yazır. İranın nəfinə. Ya türkücə yazır, qoyur Erdoğan cənablarını danışır, Erdoğanın səsi ilə deyir ki, İranlılar elədilər, belədilər. Cəhəldir bu. Həm də bir dənə elmidir, təxəssüsdür da, təxəssüs yeni el. O bir dənə təxəssüs, düzdür bizim xoşumuz gəlmir, bir dənə təxəssüsdür. O təxəssüsü işlədir. Pəs o da bir təxəssüsdür. Cəhəli bir təxəssüsdür və İranlılar, Məsihiyyət dünyası keçən 250 ildə Cəhəlidə taza tarix yazıblar. Xüsusən keçən 170 ildə, 150 il ilə 70 il arasında dünyanın tarixini tazışdan yazıblar. Çünki beyinləri dəyişdirməlidirlər, özlərin dünyanın mərkəzi görməlidirlər. Tamam, görək dostlardan daha bir şey soruşublar, ona da danışaq. Bəs bu bəlli oldu da, biz pulu nə cür, işçilərimizin pulunu nə cür verəcəyik. Teknikaldır, o tekniki iqtisadilər çox yaxşı bilərlər. Amma bir dənə sizə mən Günas TV-də üçün bunu aparmışam deyim. Urmu gölünün məsahəti, ölçüsü, yeri 5200 min dana 1000 metrlikdir. Yəni 1000 metr eni, 1000 metr boyu. 4 tərəfdən ölçəndə hər tərəfdən 1000 metr olsa olur 1000 metr. 5200 dana 1000 metr torpaqdır Urmu gölü.
Siz fikrin bunun dövrəsi neçə 100 kilometrdir dövrəsi. Burada fəqət siz villa düzəldəsiz, fəqət villa. 1000 metr, 2000 metr. Satasız dünyaya, dünyaya. Görün ki, nə çıxar? Nə böyük sərvət çıxar. Ondan sonra orada siz orada yandan yaranan təfriklər, turisti işlər. Hər şey orada yarana bilər və əslən ora nəftdən çox güc olar. Baxın, İranın nəfti geçən il 90 milyard olubdu zahirə. Ya biraz az, biraz çox. İstəsəz yenə Google eləyib çıxada bilirik. O mühüm deyil, neçə milyard olur. Mühüm budur. Türkiyənin turist gəliri 50 neçə milyard. Turist gəlir. Və İranlıların turistlər ki, İrandan gedirlər Türkiyəyə. %2 Türkiyənin turistində təsiri var. İqtisadında. Turist iqtisadında. Dostlardan biri hesaplamışdı. Kulli iqtisadda nokta yarım. İranın təsiri var. İran turistlərinin təsiri Türkiyənin iqtisadında nokta 5. Bu qədər azdır təsiri. İran gedib də orada düzəldirdi. Uşaqda olan, özlərini şişirtmək olan fikirlər bəlkə çox şey olar. O pulunuz vardı, məmləkətdə düzəldin, məmləkətin iqtisadı şey olsun. Dostlar, mən görmürəm. Dostlar, bir şey də yazsınlar, görmədim. Elə bunlar vəssalam. Mən fikirəm, bu uzun oldu, 2 saatı da geçdi, fikirəm. Bəli, 2 saat 10 dəqiqədir. Burada elə qotaraq, mən bu günləri çalışdım. Bir dənə mövzu deyəm, amma 2 dənə mövzu dedim. Bir din haqqında danışdıq, bir də mənim İnsafəli Hidayət olaraq şəfahi bunu yazacağam. Ondan sonra o yazdığımı üstündə çox gedə bilərik. Mənim məramnaməm nədir? Məramnamə nədir? Və mən İnsafəli Hidayət olaraq mənim məramnaməm nədir? İndi dostlar, məndən bunu soruşmuşlar ki, hizblərin məramnaməsi, bəli, məsələn, mən görmüşəm, bəzi hizblərin məramnaməsi var, Cüney Azərbaycan hizblərinin. Cüney Azərbaycan hizblərindən İstiqlal Partisini cayıb, Cüney Azərbaycan İstiqlal Partisi, fikrim o deyil, bir dəqiqə onu kamil mütməyin olum. Onun mən əsasnaməsini də oxudum, şeyini də oxudum, məramnaməsini oxudum, ciddən sevdim. Hətta mən Salih bəy İldırım cənablarına, ki bu hizbin sözcüsüdür, təklif elədim ki, biz bir dənə mədrəsə açacağıq, çalışırıq açaq, müqəddəmatını hazırlıq. Online bir mədrəsə açacağıq ki, İranda yaşayan və türk insanlara. Bir mədrəsə açacağıq online. Burada dilimiz, fəlsəfəmiz, tariximiz, məsələn, döktür Ağbayraq Sumer deyir. Nə gözəl, bunun dərslərini biz getirək orada, xahiş eləyək, burada dərs desin və burada öyrəşsin. Nə cür, məsələn, bu dilləri oxuyur, onu öyrəşsin. Nə cür bu tabloları tapır, nə cür təhqiq edir. Yəni, bu işi öyrəşsin. Və hər kəs bu Ağbayraqın cənablarının dərslərin qəbul eləsələr, bizim bu mədrəsədə dərs versələr və hər kəs burada səbtinam eləsə, yazılsa, biz indi çalışırıq ki, bunu müftə eləyək. Güney Azərbaycanda, İranda yaşayan türklərə müftə olsun. Müftə bir mədrəsə quraq. Bu mədrəsədə hər kəs gəlib, məsələn, bu dərsi oxusa, bunun lisansını alacaqdır. Sumerşünaslıq lisansın bizim gələcək dövlətimizdə mötəbəri olan bir mədrəki buradan online göndərəcəyik evizə, karnaməsini çap eləyin, qoyun, vurun divarıza. Və bununla gedib dərs verə bilərsiniz. Bununla gedib işləyə bilərsiniz. Çünki sizə təxəssüs verəcəkdir bu mədrəsə. Bununla gedib pul qazana biləcəksiniz. Amma türkçe dilində oxuyacaqsınız. Ana dilimizdə oxuyacaqsınız. Məsələn, bizim ana dilimizdə diplom alın, fوق diplom alın, lisans alın. Bunun dərslərini qoyacaq ki, bu dili qutulandan sonra gedib müəllim ola bilərsiniz. Gedib mütərcim ola bilərsiniz. Məsələn, mütərcimlik, türk mütərcimliyi, İngilis mütərcimliyi, ərəb mütərcimliyi, bunları qoyacaq. Çoxlar işləyirlər. Hər kəs, dostlar, hər kəs hər nə iş başarır, eləyə biləcəklər deyə ki, mən istəyirəm burada bunu dərs verəm. Məsələn, deyirəm, mənim dədələrim ipək çəkərdilər. İpək. Yəni, gedərdilər noğandarlardan.
barama saxlayanlardan barama alardılar. O barama saxlamaq özü bir dərsdir. Onu məsələn biz bunu məsələn bir nəfər tapaq gəlsin desin ki, məsələn Siyahrut deyirik da, Qəradağda bir mahal var, Culfanın arxasında. Adı Siyahrut mahalıdır. O mahalda bilmirəm də onun adı niyə Siyahrutdur, calibdir. Onu gərək sonra tapaq görək ki, niyə onu farsladıblar, adı nəymiş. Bu Siyahrut mahalında kətlərdə tut yarpağından ətləs bəhsillər. Bu ipək barama deyirik, barama düzəldir. Məsələn, bu özü bir işdir, bunu öyrədək, buna bir şey veririk. Fok diplom məsələn. İşin sənin nə mənədir? Gedirsən barama düzəldirsən. Bir dənə iş var, buna bağlıdır. Gedir o baramanı alır, gətirir, bunu o baramanı çevirir, ipəyə çevirir, ipək elir. O olur, məsələn bir dənə da fok diplom ona verəcək. Yəni o adam o işdən gedəcəkdir, bundan o dəstgahı gedəcək, oradan baramasını alacaq, gətirəcək burada dəstgahını quracaq, çox sadə işləyəcək, buradan pul qazanacaqdır, aparacaq, satacaq. Onu alır bir nəfər, bunlar da çox Kəhnəmuda olurlar. Bizim o Kəhnəmud tərəfində olurlar. Oradan da gəlirlər, bunu alır, aparır, kəlağayı elir. Yəni o ipəkləri çevirir nəyə? Çevirir partiya, şala, paltara, fulana çevirir, satır. Fərş ipəyi, bir iddədə alırlar, aparırlar, bunu fərş ipəyi elirlər, rəhlirlər, boyurlar, boyaqçı elirlər. Baxın, bunların hərəsi məsələn o bir karidanidir, yəni fok diplom, bu birisi də hərəsi bir şeydir. Biz bunları çalışacağıq mədrəsəmizdə insanlara həm iş öyrədək, həm teori. Yəni işi öyrəşəcəklər, onun yanında dil də öyrəşəcəklər. O yəni gedib eləyə bilər, gedib tarix də öyrəşər, gedib coğrafiya da öyrəşər, gedib fəlsəfə də öyrəşər, gedib nə bilim insanşünaslıq da öyrəşər, cəmiyyətşünaslıq da öyrəşər, hipnotizm də öyrəşər. Hər nə öyrəşsə, getsin orada öyrəşsin. Biz o mədrəsəni çalışırıq ki, imkanlarını hazırlayaq. Mən 2 həftə bundan qabaq, ya 3 həftə bundan qabaq onun elaniyəsini yazdım. Bir dənə biz təşkilat qurmuşuq bunun üçün, bir dənə sistem yaratmağa çalışırıq. Çalışırıq öz əlimiz, öz deyirlər, başımız olsun. Amma biraz xərci ağırdır, ona çalışırıq ki, onu görək nə cür sponsor tapaq. Bu mədrəsəni açaq. Bunu mədrəsəni açırıq, dedim bu cür bir şeyləri hər şey haqqında ki, bizim vətənimizdə ehtiyacdır, onları indidən başlayaq təhsil verməyə. Çünki dünya təhsil sistemi mədrəsə sistemindən keçir internet sisteminə. Mən bunun mətnində yazmışam. Bəlkə biz Türk dövlətlərindən də bu haqda köməklik istəyəcək, görək ki, bizə köməklik eləyəcəklər ya yox. Və biz eləyə bilək ki, bu onlayn mədrəsəni, indi çünki məsələn onlayn mədrəsələr var, mən sizə burada eləyə biləm görsədəm, adlarını da deyəm. Biri var məsələn Coursera, Google-indir. Coursera like online studying system. Görək nə gətirir. Məsələn mən indi bunu dedim, görək ki, online learning, tamam bu deyir. O gətirməyib bunu, Coursera. Online learning systems like Coursera and similar one. Burada məsələn 5 danasını əlan gətirib, mən çox göstərməyim, fəqət 5 danasını göstərdim. Biri UDEX-idir, UDEX. Biri Coursera, ondan sonra biri mən buradan baxım, burada gedincən özüm burada yazıma baxsın, ondan daha rahatdır da mənə. Coursera, EUDX, edX, Udacity, Khan Academy, Skillshare. Bunlar məsələn onlayn danışıq. 24 danadır bunlardan. 24 dana onlayn danışıq var ki, bunların bəzisinin 5 milyon danışçısı var. 5 milyon. Pulları çoxdur. Amma biz istiyoruz ki, bunu yaradaq, özümüzün üçün yaradaq, özümüzə görə. Bunun üstündə ideolojimiz də olacaqdır, ideolojini də öyrədəcək bu bir şeylər.
Söz hardan gəldi, hara çıxdı, hər xildə. Qalsın, elə burada qalsın. Gecəniz xeyir olsun. Sabahları fikirlərim Oğuz bəy Türk cənabları ilə canlı yayınımız olacaqdı. Amma hər gün ki eləyə bilsəm çalışacağam həftənin 5 günün heç olmasa saat Təbriz saatı ilə saat 9-da axşam başı canlı yayın gəlib burada bəzi mövzuları danışaq. Sağ olun, sağ qalın, görüşmək üzrə.